Bir daha hamınızı salamlayıram. Bir daha hamınız hoş gəlibsiniz. Ve bugün bizim aramızda bizim için çok aziz olan, çok değerli olan konaklar var. Ben bu konaklarımızı salamak istəyirəm. Siz de hoş geldiniz, sefalar gətirdiniz. Vallahi siz bizim için çok gözlenilen, sizin familyanıza uygun olarak həsrətliklə gözlediğimiz Xətai müəllimimizin yengeniz olurdu, dostunuzun həyat yoldaşı. Azərlə uzun illər bir yerdə külünk çalmışıq. Çok sağ olun, çok hoş oldu həqiqətən. Mənim üçün. Burada mən qorxuram, axırda hamı bir-birinə qohum çıxacaq, yadca mən qalacağım. Yox, sən Ona görə də babasan, Dədə Hüseyin. Elə əslində bütün qohumluqlar sizdən keçir. sağ olun, var olun. Mükəm dostluq, hər birisiniz. Bugünkü bizim toplantımızın kökləri çox uzaqlara gedir. Yəni ki 90-cı ilin yanvar ayında başlayıbdı bu mövzu. Valla Xətai müəllimlə biz birinci dəfə bu mövzuyu müzakirə elədik və məndə bir dastan təəssüratı yaratdı. Ki bu bir dastandır. Bu dastanın qəhrəmanları var, bu dastanın iştirakçıları var, bu dastanı bugüne daşıyan xanımlar var. Ən böyük xidmət o xanımlarındır, bugüne daşıyıblar o dastanı. Bizim qəhrəmanımız, yəni bütün xalqımızın, Türk dünyasının qəhrəmanlarından biri olan Vəfadar Eminova bir daha Allah'tan rəhmət diləyək. Və o bizim qürur mənbəyimizdir, bizim fəxrimizdir, bizim qəhrəmanımızdır. Və bu qəhrəmanımız öz böyük bacısını Gülnara xanımı demək ki sevdiği qızla tanış eləyibmiş. Sevdiği xanım da burada əyləşib Mənzər xanım. Qubalı qız. Bəli, Mənzər xanımla tanış eləyib. Sonra 20 yanvar hadisələrindən sonra illər keçəndən sonra deməli Gülnara xanım Mənzər xanımı tapıbdı. Demək ki o da öz eşqinə sadiq bir xanımdır. Ailə qurmayıb. Heç vaxt yəni ki heç o fikirdə də olmayıb. Və mən dünən Vəfadarın 60 yaş tamam oldu. Amma valla mən onu heç cür 60 yaşda təsəvvür eləyə bilmirəm. Burası maraqlıdır. Və dünən Mənzər xanımla da mən tanış olanda bilirsin, mənim həyat təcrübəmdə belə bir şey var ki, hansı işləri tez həll eləmək istəyirəmsə, ən mürəkkəb iş də olsa onu çalışıram, sadələşdirim. Hansı işi heç həll eləmək istəmirəm, o sadə işi də mürəkkəbləşdirirəm. Dünən mənim üçün bu məsələ çox sadə oldu. Yəni ki, tanımadığım bir qohumumla mənim 65 yaşım tamam olub, bir ay bundan qabaq. Mən Vəfadardan 5 il 1 ay böyüyüm. Aprelin 1-i. Dünən mən tanımadığım bu qohumla tanış olanda çox rahat bir içimdə, çox sadəliklə qəbul elədim bunu. Ki, yəni ki, Vəfadarın həyat yoldaşdı, uşaqları olmuşdu. Mənim üçün bax, belə qəbul elədim mən. Ona görə siz xüsusi olaraq öz yurdumuza xoş gəlibsiniz. Borçalıya xoş gəlibsiniz və sizin gəlməyinizi biz alqışlayırıq. Və bu iki fədakar xanım, Gülnara xanım və Almaz xanım. Almaz xanım həm də Sayət müəllim, sizin və Hümmət müəllimin
kolleqasıdır. Yəni ki, məktəb direktorudur. Siz də pedaqoji kollektivə rəhbərlik eləməyin nə olduğunu çox gözəl bilən şəxslərsiniz. Ümmət müəllim, siz niyə oradasınız? Bura yaxşı. Ümmət müəllim, sən mənim yanımda olun, mənə yaxşıdır. Orada sənə yaxşı ola bilər. Haqda danışırdım. Müəlliflər, bu kitabı hazırlayan müəlliflər Almaz xanım və Gülnara xanım, bu kitab valla adı məni körəltdi hələ. Kitabın içinə getməmiş adı məni körəltdi Sayət müəllim. Xarı Bülbülün Qərənfilə müjdəsi. Kitabın adı belədir. Qərənfil bilirik ki, 20 yanvardan sonra bir qəm, kədər, qüssə çiçəyinə çevrilmişdi. Həm də məğlubiyyətlər oradan başlamışdı. Xarı Bülbül qələbələrin müjdəçisi idi. Yəni ki, bunlar o məğlub olmuş çiçəyi yenidən qalibə çevirdilər. Bu mənim yanaşmamdır, mənim başa düşdüyümdür. İndi siz özünüz daha gözəl anlatarsınız bu şeyləri. Və burada mən Almaz xanıma söz vermək istəyirəm. Azərbaycan Respublikasının əməkdar müəllimi, ən yaxşı müəllim nominasiyasının qalibi Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına bir saylı orta məktəbin direktoru. Rüstəm də milli qəhrəman. Üçdür, hə, 3 saylı. Buyurun, siz dinləyək, buyurun. Hər birinizi salamlayıram, əziz və dəyərlilərimiz. Bizim milli mədəniyyətimizin zəngin irsinin daşıyıcıları. Hər birinizi xoş gördük. Azərbaycandan da qucaq dolusu salamlarımızı sizə gətiririk. Nə deyək, həqiqətən mən 2020-ci ildə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbə direktor təyin olunanda müəllimlərlə tanışlıq zamanı bir insanı kəşf etdim. Bu insanlardan biri də Gülnarə müəlliməmiz idi. Məktəbin adı Şəhidin adını daşıyırdı. Amma Gülnarə müəllimə ilə danışanda məlum oldu ki, onun da qardaşı şəhid imiş və biraz tarixçəsindən maraqlandıq, elədik. Gülnarə müəllimə dünyaya sığmayan bir, heç əfsanə olmayan, real bir həyatı danışanda dedim, gəlin biz bunu sözlərə çevirək, cümlələrlə nəsə bir məzmun yaradaq və kitabı yazaq. Və sağ olsun Gülnarə müəllimə gecə-gündüz razılaşdı, gecə-gündüz çalışdıq bərabər və bu kitabı ərsəyə gətirdik. Adını da necə qoyduq? Azərbaycanın keçmiş yaddaşından gələn, şəhidlik zirvəsini qazanmış igid oğullardan, ta zəfər tariximizi yazan igid oğullara qədər gələn o tarixi məqamları 44 günlük müharibə zamanı hər gün yeni məzmunu bura əlavə edərək biz bu kitabı yekunlaşdırdıq və artıq kitabın axırıncı səhifəsinə baxsanız, bizim prezidentimiz İlham Əliyevin Xan kəndində bayrağı qaldırma vaxtında sonuncu məzmunu verib, səhər Zəfər günü elan olunanda biz də çapda elan etdik ki, vurun çapa getsin kitabımız. Və bu Azərbaycanda ilk kitab oldu. Adına görə də hamı heyran qalmışdı. Həqiqətən də Qərənfilə Xarı Bülbül bir müjdə verdi ki, artıq bizim məqsədimiz nədən ibarətdir? Biz Qərənfili hüzün günü etmədik. Biz məktəbdə Zəfər gününü, artıq əsl bayram, qələbə günümüzü, qərənfilləri hamıya sevinç gülü kimi, qürur mənbəyi günü kimi qeyd elətdiririk. Yəni, onları paylayırıq xanımlara. Qərənfil artıq bizim şəhidlərin necə deyim, hüzün gülü kimi deyil, qərənfil sevinç, zəfər, uğur və bizim, necə deyim, o sözləri tapmaq da çətindir. Qanımızın, canımızın bahasına əldə etdiyimiz zəfərin zirvəsi gülüdür. Yəni, Xarı Bülbül artıq Qərənfilə müjdə verdi. Yəni, Şuşamız azaddır, Qarabağımız, bəli, Şuşamız azaddır, Qarabağımız işğaldan azad olundu. Yəni, Azərbaycan üçün çox böyük uğurlu işlər əldə olundu. Və nə xoş bizə ki, biz Gülnarə müəllimə ilə bu kitabı çatdırdıq, yazdıq və bunun təqdimatını
Bakı şəhərində Cıdır restoranıdır, Cıdır Düzü restoranı da qeyd elədik. Bu kitabın ön sözlərini dəyərlimiz, əməkdar jurnalistimiz, tanınmış Rəşad Məncid oldu və həqiqətən də bu kitabı oxuyanda dedi ki, mən heyran qaldım ki, müəllimlər də kitab yaza bilərmiş. Mən də dedim ki, bu kitaba yazılan sözlər özü bir müjdədir. Hamı kitab yaza bilər. Amma bu kitab bir dünyadır. Qələbəyə gedən bir dünyaya cığırdır. Və biz də nə xoş bizə ki, bu dünyaya baxış üçün sizlər toplaşmısınız. Və bu təqdimatın işığında sizin kimi nurlu insanlar yığılıbdır. Və biz əminik ki, bu nur, bu işıq nə qədər daha çox parlaq olarsa, Azərbaycanımız bir o qədər zirvədə olacaq, bayrağımız bir o qədər zirvədə olacaq, insanlarımız bir o qədər də zirvədə, daha yüksəklik zirvələri fəth edəcək. Demək, bu kitabın məzmunu bütün tarixi gedişatı, təbii içərisində biz vəfadarımıza da məzmunu qeyd etmişik. Amma 10 aya yaxındır da siz Mənzər xanımı tapıblar, yəni araşdırmalar zamanı məlum oldu ki, belə bir xanımımız var. Bu bir daha Azərbaycanlı qadının ləyaqətini, namusunu, ismətinin bir bariz nümunəsidir ki, Azərbaycanlı qadın bir dəfə aşiq olarsa, bir dəfə sevərsə, ölümünə qədər sevər, aşiq olar. Ölümünə qədər sözünü mən elə-belə bir məcazi mənada deyirəm, yəni əbədi. Demək, Xarı bülbül Qarabağımızın rəmzidir, qərənfil də şəhidlərimizin zirvəyə ucaldığı bir məqamın rəmzidir. Artıq bu Azərbaycanlılara biz bunu sirayət etdik ki, qərənfil daha yaz günü, hüzün günü deyil, kədər gülü deyil. Qərənfil artıq bizim sevinç gülümüzə çevrilsin. Başımız uca Şəhidlər Xiyabanına gedirik. Şəhidlər Xiyabanının adını da çəkdim. Burada bir qeydim var. Baxın diqqətlə, Gülnarə müəllimə qardaşının məzarının üzərindədir. Demək ki, vəfadarın qismətə baxın ki, Gülnarə müəllimənin çalışdığı 3 nömrəli məktəbin adını daşıyan milli qəhrəmanımız Rüstəm Əliyevin şəkilləri yanaşıdır. Bunu biz görəndə doğrudan dedik, ilahinin qüdrəti daha böyükdür. Yəni təsadüfə baxın ki, yəni şəhidin adını daşıyan məktəbdə çalışanın qardaşı yanaşıdır. Yəni bu Şəhidlər Xiyabanına gedəndə görə biləcəksiniz Rüstəm Əliyev adına. Təsadüf, yəni çox maraqlı bir haldır və biz məktəb olaraq həm öz məktəbimizin adını daşıyan şəhidimizi ziyarət eləməklə bərabər, həm də müəllimimizin qardaşını başuca qürurla gedib ziyarət edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu kitab biz az sayda çap eləmişik, amma digər gedişatı təbii mənim dəyərli, əziz və sevimli bacım deyərəm, həmkarım deyərəm, Gülnarə müəlliməyə söz veriləcək. Sizi inandırım, az sayda çap elədik. Dedik, bu bizim ilkimizdir. Deyəcəklər ki, adi müəllimlər nəsə bir kitab ərsəyə gətirilir. Amma dedik ki, bu bir kitab deyil. Bu söz adi boş, mənasız söz yığını deyil. Bu söz yığınlarının dərinliyində bir dünya, bir aləm var. Və inşallah gələcəkdə artıq biz niyə kəndə də gəldik, vəfadarın yaşadığı ata ocağına da daxil olduq. Və İndi bu gedişatı da mən bir balaca biraz kənara çıxım, sizin cümlələrinizdən deyəcəm ki, arzuları oydu ki, gəlin gətirsinlər o torpağa, o həyətə, o məhləyə ki, gəlinin ayağının altında qurban kəsilsin. Sizi inandırın, vəfadarın anım günündə, 60 illik yubileyində onun sevdiyi xanımın o həyətə daxil olmağı və onun ayağının altında qurban kəsilmək sizə təşəkkür edirəm. Yəni, baş tutmayan bir olayı biz onun 60 illiyində reallaşdırdıq. Təşəkkür edirəm. Sağ olun. Səlis və gözəl kitab haqda və bu olaylar haqqında məlumat verdiniz. Və biz deyərdik ki, sizin indi buna nə tərdirlər ədəbiyyatçıları? Sizlə birlikdə sədr olanda həm sədr olur. Müəlliflər iki olanda nə tərdirlər? Həm müəllif mi olur da? Sən Seyfbəli və İlman Qasımov, Yox, onun adın olur. O münasibətin adını axtarır.
Ortaq mı olur? Həm müəllim mi olur? Onu tapa bilmirəm. Gülnara xanım, sizə söz vermək istəyirik. Siz həqiqətən çox böyük əzmlə, yorulmadan, usanmadan bu boyda, illər boyu həm öz daxili mübarizənizi aparırsınız, həm qəhrəmanımızı yaşadırsınız, həm bizim qohumumuzu tapırsınız, həm də kitab əlçə gətirirsiniz və biz sizi buna görə alışlayırıq. Çox sağ olun ki, bu zəhmətlərə gözləyirsiniz. Heç vaxt sınmadan, usanmadan, yorulmadan və bu mübarizəyə sizinlə birlikdə qoşulmağa inanın ki, bax, burada eləşənlərin hər biri ayrı-ayrılıqda var ya. Burada baş keçiddə buradadır, Dumanis rayonu. Bolnis rayonunda buradadır, Marlor rayonunda buradadır, Qardaban və Tiflis şəhəri hər biri ürəkdən sizi dəstəkləyir və hər biri sizlərə qoşulmağa, bu mübarizəni, bax, bu mübarizi demək ki, varaqlara daşımağa hamı hazırdır. Bütün ədəbiyyatçılarımız da buradadırlar. Bizim ictimai-siyasi xadimlərimiz də buradadırlar. Hamı buradadır demək olar. Təmsilçilik olaraq bütün borçağı buradadır. Buyurun siz deyin. Çox sağ olun. Hörmətli tədbir işçiləri, əziz qonaqlar, hər birinizi salamlayıram və hər birinizi xoş gördük. Mən bu tədbiri təşkil edən Gürcistan Azərbaycanlılar Konqresinin sədri Hüseyn müəllim başda olmaqla tədbirin təşkilində əməyi olan hər kəsə özlərim minnətdarlığımı bildirirəm. Mən Azərbaycan vətəndaşı olsam da özümü burada qonaq hesab eləmirəm. Çünki doğulub böyüyə başa çatdığım, valideynlərimin çox böyük sevgi ilə böyütdüyü öz doğma torpağımdayam və bundan da qürur hissi duyuram. Və bura bugün mən tək gəlməmişəm. Kitab müəlliflərindən biri olan, bayaq təqdim elədi Hüseyn müəllim, yenə mən onu özümə borc bilirəm təqdim eləməyi. Azərbaycan Respublikasının əməkdar müəllimi və pedaqog üzrə fəlsəfə doktoru, hörmətli, dəyərli Almaz xanım, mənim sevimli qızım Aysel Həsrət və indi haqqında danışacağım və şəhidim qədər mənə dəyərli olan Mənzər xanımla birlikdə gəlmişəm. Bizim yazdığımız Xari Bülbülün Qərənfillə Müjdəsi kitabı Xari Bülbülün Qərənfillə Müjdəsi olmaqla bərabər həm də şəhidlərin ruhuna bir hədiyyədir. Biz kitabı Qarabağımızın azadlığına, gözəl zəfərimizə bir töhfə kimi yazdıq ki, bunu rəmziləşdirək. Çünki bilirsiniz ki, rəmzilər şuurlarda, düşüncələrdə əbədləşir. Kitabda vətənimizin əsrarəngiz gözəlliklər diyarı, Qarabağımızın coğrafi mövqeyi, təbiəti, flora və faunası, milli, mədəni, tarixi abidələri, gözəl insanları, onların məşğuliyyəti, adət-ənənələri ensiklopedik biliklər əsasında bədii formada təsvir olunmuşdur. Kitabda eyni zamanda 44 günlük müharibədə işğaldan azad olunan torpaqlarımızın hər bir güşəsi və Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyevin bu torpaqlara səfərləri xronoloji ardıcıllıqla qələmə alınıbdır. Mən kitab müəlliflərindən biri olmaqla yanaşı, həm də 20 yanvar şəhidi Eminov Vəfadar Osmanoğlunun bacısıyam. 20 yanvar xalqımızın, yəni bu faciə xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şanlı, parlaq səhifəsidir. 20 yanvar şəhidləri Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycan həm bugünkü, həm də gələcək nəsli onların qəhrəmanlığından nümunə götürəcək. Bəli, Ulu Öndər Heydər Əliyevin dediyi bu sözlər doğrudan da öz təsdiqini tapdı. Qarabağda azadlığa gedən yol 20 yanvar şəhidlərinin ölməz ruhu ilə işğalandı. Torpaqlarımız işğaldan azad olundu, öz vətəninə geri qayıtdı və bütöv bir Azərbaycan oldu. Bugün 20 yanvar şəhidlərin simvolu olan qərənfilin dikəlmiş boynu qələbəmizin rəmzi Xari Bülbülün sinəsindədir. Onlar qələbənin sevincini yaşayır və azadlığın təntənəsini bölüşürlər. Mən sizdən çox üzr istəyərəkdən, bəlkə biraz artıq danışıram. Mən bir şəhid bacısı kimi bütün şəhid bacıların adından qardaşıma olan hisslərimi
sizinlə bölüşmək istəyirəm. Əziz qardaşım, biz 36 il ki, birlikdə yaşayırıq. Sən həmişə mənim sevincimin kölgəsində gizləndin. Xoşbəxtliyimi mənə qısqandın. Ən xoş günlərimdə gəldin. Deyəsən, məni unutmuşsan deyə mənə arxa çevirib getdin. Mən səni heç unutmadım ki. Mən səni alnımın qırışlarında, ağaran saçlarımda, can bacın ölsün qardaş deyən titrəyən səsimdə, yüzümdəki təbəssümü, dodağımdakı gülüşü qovan kədərimdə, yaşım üstə yaş gəldikcə daha nələrdə yaşatdım. Hər körpələr dünyaya gələndə, toy karmanı bəzənəndə, sən hüquq fakültəsində oxuduğuna görə, bir hüquq işçisi görəndə, sənin tələbə yoldaşlarını, sinif yoldaşlarını görəndə, sənsizlik həsrəti məni daha çox göynətdi. Mən bayaq dedim ki, mən bura həm də Mənzər xanımla, şəhidim qədər dəyərli olan Mənzər xanımla gəlmişəm. Mənzər xanım öz ailə üzvləri ilə birlikdə düz bir il mənim qardaşımın yas mərasimlərində oldu. Və sonra mənim təkidimlə, baxmayaraq ki, anam buna çox böyük etiraz elədi, mən onunla əlaqəni kəsməyə məsləhət gördüm. Bilirsinizmi, hər bir Azərbaycan xanım, hər bir qadının, kim olursa olsun, dünyanın hansı yerində yaşayırsa yaşasın, hər bir qadının, hər bir qızın ailə qurmağa, xoşbəxt olmağa haqqı var. Biz bu haqqı onun əlindən ala bilməzdik. Lakin çox bu yaxınlarda təsadüfən mən bildim ki, 10 ay bundan qabaq 27 iyulda təsadüfən bildim ki, Mənzər xanım ailə qurmayıb. Elə o dəqiqədə heç tərəddüd eləmədən ona telefon zəngi açdım. Və onun kimdir sualından mən vəfadarın bacısıyam deyə cavab verdim. Əvvəlcə telefonda bir neçə dəqiqəlik sükut oldu. O, məni niyə axtarmadınız, mən vəfadardan sonra ailə qurmadım dedi. Və biz dəqiqələrlə hönkür-hönkür ağladıq. Ertəsi gün Şəhidlər Xiyabanına qardaşımın məzarına getdik. Mən orada qardaşıma dedim ki, bağışla məni. Mən sənin yadigarını təzə tapdım və bundan sonra biz onun əlini heç vaxt buraxmayacaq. Və dedim ki, mütləq Gürcüstana, ata-anamın ziyarətini aparacağım. Bax, bugün o gündür. Biz el adətidir, gəlin bəy evinə gələndə onun ayağının altında qurban kəsirlər. Biz də bunu etdik. Amma göz yaşları içində. Çünki gəlinin sol yanı boş idi. Sonra biz ata-anamın qəbrini ziyarətə getdik. Mən onların ruhlarına üzr istəyərək söylədim ki, məni bağışlayın, mən bir əl boş gəlmişəm. Sizin oğlunuzu, sizin ziyarətinizə gətirə bilmədim. Bilirsinizmi, 22 il mənim ata-anam qardaşımdan sonra yaşadı. 22 il öz şəhid balasının adına Novruz baramında cücərtdiyi səməninin belinə qara bağlayıb, onun adına yandırdığı şamı yana-yana göz yaşları ilə söndürən əziz anam, bizi çox böyük sevgi ilə böyüdən və əsl insan olmağı öyrədən çox zəhmətli atam, hansı ki bu dünyadan oğul həsrəti ilə güclü göçdü. Ruhunuz şad olsun. Siz təkcə bugün şəhid oğlunuzun adı ilə deyil, onun çox ismətli, abırlı və sizin oğlunuzla öz xoşbəxtliyi tapmasa da gecələr onun qəhrindən qovrulub, gündüzlər qəhrindən qovulub, gecələr onu yuxusunda yaşadan nakam gəlininizin sədaqəti vəfası ilə qürur deyə bilərsiniz. Mənzər xanım həmin gecə təkcə vəfadar güllələnmədi, həm də onu sevdiyi bir qızın sevgisi güllələndi, şəhid oldu. Amma bu sevgi ölmədi, səssiz yaşadı. Bilirsiniz, Mənzər xanım nə deyir? Öz hisslərini mənə danışdı ki, mən ailə qurmayanda, elçilərimə yox deyəndə, məni dəstəkləyən və məni başa düşən anamın çox cavan yaşlarında itirdim. Və onun cənazəsini yerdən qaldırarkən ətrafdakılardan xahiş elədim ki, əl saxlayın. Mənim anama demək istədiklərim var. Mən anamın qulağına pıçıldadım ki, mənim salamı vəfadara çatdır. Mən deyir, heç kəsin toyunda çalınan vağzalı səsinə və geydiyi ağ gəlinlik paltarına həsəd aparmadım, qısqanmadım. Çünki mən onu vəfadarla yuxularımda yaşatdım. İndi deyir, qıldığım namazlarımda dua edirəm ki, Allahım bəst yaşadığım apar mənim gözləyərim var. Alqış belə bir qadına, əhsən belə bir sevgiyə.
Mənim qardaşım məhz belə bir qızı sevə bilərdi. Amma əziz qardaşım, mən əvvəllər elə bilirdim ki, mən çox həssas bacıyam və sənə bu qədər düşkünəm. Amma bilirəm ki, indi gördüm ki, bizdə qardaş-bacı mehribanlığını sən yaratmısan. Bir xanımda yaratdığın bu ülvi məhəbbətə, əlçatmaz sevgiyə görə bu 36 ildə sənə çəkdiyim əzablarım, sənin yolunda çəkdiyim əzablarım və sənə tökdüyüm göz yaşlarım halalın olsun. Amma bir şeyi də etiraf eləyim. İndi mən Mənzər xanımı tapanda çox sevindim, yenə sevinirəm. Amma deyəsən, qarşıq hisslər yaşayıram və biraz da peşman olmuşam. Çünki hər dəfə onu sənsiz görəndə üzümdəki təbəssüm qəlbimdəki qəm yükündən utanır. Və sizinlə bağlı o qədər kaşkilər yaşayıram ki. Lakin bunu da etiraf etməliyəm ki, hər dəfə könlümün qulağında sənin təşəkkürün səslənir. Və sənin ruhun mənimlə birlikdə yaşayır. Və mən bilirəm ki, toy maşını bəzənməyən, toy xonçası oynanmayan və ata olmayan, arzuları pərən-pərən olan bir qardaşın bacısı qəbir evinə qədər bunları yaşamağa məhkumdur. Amma bununla bərabər mən təsəllisini indi sizə özüm söyləyəcəm. Nə qədər ki, bir əli ilə göz yaşlarını silib, digər əlində ovuçlarını düyünləyib, südüm sənə halal olsun. Oğul vətən üçün doğulur, deyən şəhid analarımız. Öz şəhid balasını məzara qoyanda Azərbaycanın üç rəngli bayrağını alnına sıxıb, oğul həsrəti ilə ürəyi dağlansa da qəddini əyməyən dağ vüqarlı şəhid atalarımız. Və öz yoldaşını gecələrin tənhalığında, gündüzlərin yol çəkən gözlərində və balalarının qabağındakı susqunluğunda yaşadıb. Atanız bizə göylərdən baxır, onun adına layiq olmağı öyrədən şəhid xanımlarımız və barmağına nişan üzüyü taxıb, öz qəhrəmanının cəbhədən şəhid xəbəri ilə sarsılan və göz yaşları üzünün qaşına tökülən və öz sevgisini sevdikləri oğlanın yolunda şəhid edən qızlarımız. Yenicə əhd peyman bağlayıb gizlicə öz ağaqlı oğlanını cəbhəyə yola salıb, sonra da onun şəhid xəbərindən sonra Qaradaşdan sevgi yuman nakam qızlarımız. Ən nəhayət, mən vətənimi səndən daha çox sevdim deyərək öz mesajında sevdiyi xanıma yazan və bəylik köynəyini qanına boyayıb, xarı bülbül uğrunda can verən igid oğullarımız varsa, vətən bizim olacaq. Əziz şəhidlər, biz sizin sayənizdə bu üç rəngli bayrağın qırmızısında, göyündə, yaşındayıq. Onun üzərindəki ay ulduz bizik. Biz dəmir yumruğa sığınanlarıq. Biz Qarabağ atlarının tapılısında, Topçu Vüsalın duruşunda, mübarizin mərtliyində, Poladın dəyanətində və altında şəhidlər yatan torpağımızın hər qarışında, hər zərrəsindəyik. Biz milli qəhrəmanlarımızın gülüşündəyik. Və biz bu yollarda, bu yolların apardığı hər yerdəyik. Nə qədər ki, bizim odlar yurdu Azərbaycan, nə qədər ki, Azərbaycan xalqı, Gürcistan Respublikası başda olmaqla bizim dost ölkələrlə qırılmaz bağlarımız və bu ölkələrin qədir bilən insanları varsa, siz heç vaxt unudulmayacaqsınız. Sizin şıxlı xatirələriniz həmişə qəlblərdə yaşayacaq. Və tarixi ədaləti bərpa edib, torpaqlarımızı geri qaytaran, qeyrətli vətən oğlu, yerin behişt, qəbrin nurlu, şəhadətin mübarək olsun. Yaşasın Azərbaycan prezidenti möhtərəm İlham Əliyev. Məni dinlədiyinizə görə hər birinizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. İndi mən bir şey də deyim. Mənim bu çiynimə saldığım qara yaylığım doğrudan bu belədir. Yas mərasimlərində 90-cı illərdə qardaşımın yas mərasimində başıma bağladığım qara yaylığımdır. Və onu bir dəfə də yumamışam. Çünki burada mənim ağır günlərimin şahidi olan acı göz yaşlarım var. İndi sizin qarşınızda mən bu qara yaylığımı çiynimdən çıxardıram və Azərbaycanın üç rəngli bayrağını başım üstünə qaldıraraq Ulu Öndər Heydər Əliyevin dediyi aforizmi böyük ehtiramla təkrarlayıram. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Çox sağ olun.
Və Xarı Bülbülün qərantilə müjdəsi olan, bax bu simvolik Xarı Bülbülün o sinəyə taxılan bax bu hissləri sizə bölüşürük, sizə paylaşırıq. Buyurun. Bunu qəbul edərsiniz. Artıq qürur mənbəyimiz məğrurla başımızı uca edən şəhidlərimizin ruhu şad olsun. Buyurun. Birini də dəri ilə görür. Çox sağ olun Gənar xanım. Sağ olun, buyurun. Vallahi. Ramiz müəllim, Fatma müəllim, mən üçümüz deyəsən son 2 dərsdə çox yüklənirik belə. Yəni çox kədərlənirik. Ona görə də mən bir daha tədbir iştirakçılarından xahiş edirəm, hamı reglamentə əməl eləsin və istəyirəm ki, bizim Borçalılardan ilk çıxışı 2 dönəm Gürcistan parlamentində bizi təmsil etmiş, xalqımızın sevimli oğlu, Polis Kəpənəkçidən olan, yəni Zəlmixan yurdundan olan, Zəlmixanın ilk oxucularından olan Ramiz müəllim söz verək. Buyurun Ramiz müəllim. Ben bu nasıl geldim? Ramiz müəllimin səsi baritonda. Həqiqətən çox duyğulu bir anlar yaşayırıq. Mən bu möhtəşəm abidəni, mən kitab demirəm, bu əbədi abidədir. Yaradanlara öz təşəkkürüm bildir. Almış xanıma təşəkkürüm bildir. Gülnara bacıma təşəkkürüm bildir. Var olasınız. İstərəm ki, millətimin bu gününü Allah mənə, bizə nəsib elədi. Biz xoşbəxt xalqıq, biz qürurlu xalqıq, biz başuca xalqıq. Başuca olsun həmişə Azərbaycanın. Azərbaycanın bugünkü dəyərli rəhbərinin, İlham Əliyev cənablarının, Azərbaycan prezidentinin, onun atasına, mənim üçün dəyərli olan bir insana, mənim ağsaqqalıma, mən dərin hörmətlə öz sevgimi bildirim, ona nur içində yatsın deyirəm. Heydər Əliyev cənabları, mənə onunla çoxlu görüşlər nəsib oldu. Allah taleyimə mən minnətdaram ki, mən onun mübarək səsini eşitmişəm, ata öyüdü kimi, ağsaqqal ləzzət kimi eşitmişəm bunların hansını. O ağırlı günlər biz hamımız bərabər yaşadıq. Bir daha mən şükür eləyirəm Tanrıya ki, bu günü bizə göstərdi. O şəhidlərimizin ruhu şad olsun, vəfədarımızın ruhu şad olsun. Minlərlə vəfədarlarımız ilkin düşdə də vətən sağ olsun. Vətən ayaqüstə durdu. Bizim dərdimiz odur. O günləri biz hamımız yaşadıq. Borçalı Azərbaycanla oldu. Nə qədər Borçalı şəhid verdi. Tək vəfədarımızdır. Borçalıda elə bir ailə olmadı ki, o ağrını öz qəlbindən keçirməsin. Kitablar həmişə yazılmalıdır və hər bir şəhid haqqında yazılan kitab bizim ürəyimizcədir, bizim başımızın üstədir, bizim qəlbimizdədir. Onların xatirəsi də, onların ruhu da. Mən Azərbaycan qadının simvolu olan Mənzər bacımın qarşısında baş əyirəm. Onun sevgisinin qarşısında baş əyirəm. Onu tərbiyə eləyən atanın, ananın, bir daha müəllimlərin qarşısında baş əyirəm. Ki, belə bir xanım tərbiyə eləyib. Bu Azərbaycan qadının sədaqət simvoludur. Sədaqət simvoludur ki, Azərbaycan qadını ancaq belə ola bilər. Ona görə başın ucu olsun Azərbaycan qadını. Sən Azərbaycan xalqının ən böyük dəyərisən. Azərbaycan xanımısan sən. Əzab bədənimin o da bir üzvü. Mən o əzablarla normalam düzü.
Bir quru cəsəddir, sevdasız ürək, qisməti nə sevinç, nə kədər olar. Məni əzablardan xilas eləmək mənim ölümə bərabər olar. Yəqin Allah Teala bizə bunu buyurdu bu əzabları, bu sevgiyi sizə buyurdu və onunla siz yaşadınız. Siz xoşbəxtsiniz. Biz sizinlə xoşbəxtik. Bir daha şəhidlərimiz ruhu şad olsun. Bir daha xoş gəlmişsiniz öz torpağınıza, öz vətəninizə. Nə gözəl bir gəlişdir. Arzu edirəm ki, Hüseyin müəllim sizə can sağlığı, həmişə silsilə tədbirlər keçirir bizim ətrafımızdan birlikdə. Allah bütün dostlarımıza var olsun, var eləsin, Borçalımızın gözəl ziyalılarını, var eləsin. Burada ənənəvi olaraq milli dəyərlərimizə qiymət verilən, milli dəyərlərimizi yüksək səviyyədə tutan çoxlu tədbirlər keçirir. O tədbirlərin də büyün davamı nə xoş gündür. Var olasınız. Sağ olun. Sağ olun Ramiz müəllim. Çox sağ olun. Bugün həqiqətən bizim üçün də əlamətlər bir gündür. Bizim üçün də yadda qalan bir gündür. Çünki həm bayaq qeyd elədiyimiz kimi bizim qəhrəmanımızın xanımı burada iştirak edir. Həm dünən onun doğum günü idi. Həm ümumi liderin doğum günü ərəfəsində toplaşmışıq. Bu da yəni ki, təsadüfi bir şey olmur. Və bizim Borçalı əsrli qəhrəmanlar həqiqətən heç kim ölümü düşünmədi. Heç kim heç nəyi düşünmədən meydana atıldı və özlərini qurban verdilər ki, Büyük Azərbaycan normal bir həyat yaşasın. Özlərini qurban verdilər ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Və mən inanıram ki, vaxtı çatanda, günü gələndə Gürcistanın ərazi bütövlüyünü təmin eləmək məsələsi gündəmə gəldikdə Azərbaycanlı qardaşlarımız bizim yanımızda olacaqdır. Buna mən ürəkdən inanıram, həmişə də heç vaxtda bu inamı itirməmişəm və biz bunun inşallah bizlər şahidi olaraq bu işin. İnşallah mən buna çox ürəkdən inanıram Ramiz müəllim. Ona görə də istəyirəm ki, sözü Sayət müəllimə verək. Sayət müəllim Sadaxıldan ağır Sadaxlı elinin böyük bir nəslini, yəni ki, çox minlərlə gəncini tərbiyə eləyib həyata qazandırmış bir şəxsiyyətsiniz. Buyurun, sizi dinləyək. Teşekkür ederim. Bütün tədbir iştirakçıları sağ olun. Mən həqiqətən bugünkü tədbirdə öz qəlbimdə, öz ruhumla çox çıxış elədim. Və mənim sözlərim, göz yaşlarım oldu. Və bir hacı kimi heç bir peyğəmbər öz qövmünə bəddua eləmirdi. Yalnız Nuh peyğəmbər öz qövmünə bəddua edir. Mən də bir hacı kimi bəddua edirəm ki, bizim millətin başına bu faciələri gətirən qurbanlar... Çox özür istəyirəm. Ona görə də Türklər Nuh deyim. Yəni, bizim millətin başına bu faciələri gətirən qüvvələri Allah Teala tezliklə tarmar eləsin. Doğrudan da tarix boyu bizim başımıza, millətimizin başına bu faciələr gətirilibdir. Sonra da unutturublar. Yenə Hingər Hayastan demişik. Ancaq bu məsələlərin hamısına çox dərindən yanaşmaq lazımdır. Bu tarixə çox dərindən yanaşmaq lazımdır. Bu tarix yenidən yazılmalıdır. Mən sizlərə təşəkkür edirəm. Allah sizdən razı olsun. Bu kitabı ərsəyə gətiribsiniz. Əslində, Xarı Bülbül bir qələbə simvoludursa da, ondan öncə qərənfil qələbə simvoludur. Bu qələbə simvolundan müjdəsidir. Biz Azərbaycan xalqı o 20 yanvarda qələbə çaldıq Qarabağın üzərində və vətənimizin bütövlüyü uğrunda qələbə çaldıq. O qanlı yanvar bizim gələcək qələbələrimizin müjdəsidir. Siz də bunu qələmə alırsınız və gələcək gənc nəsilə çatdırırsınız. Təşəkkür edirəm, minnətdarım bildirirəm. Çox incə məqamlar var orada və çıxış edən yoldaşlarıma təşəkkür edirəm ki, bu məqamları da aydınlığa gətirdilər. İnşallah gələcəkdə oxucular daha çox incə məqamları dərk edəcəklər oradan. Və bir daha
Türk dünyasını bu böyük qələbi ilə müjdələyirəm. Xarı Bülbül bütün Altaydan Balkanlara qədər Turanın müjdəçisi olsun. İnşallah, əlbəttə Gürcistanımızın da torpağının azad olunmasında Azərbaycan qardaşlarım, Azərbaycanda yaşayan qardaşlarımız bizim müttəfiqimiz olacaqlar. Ona görə ki, çünki o torpaqlarımız da həmin qüvvələr tərəfindən işğal olunubdur. Bəli. Ona görə biz 51 mübarizə aparacağıq və bu torpaqlarımızı azad ediləcəyik. Bir daha hamınızı gələcək qələbələr müjdəsindən müjdələyirəm. Allah hamınızdan razı olsun. Sağ olun müəllim, çox sağ olun. Bir rəvayət var, yəqin ki, hamı da tanışdır. Türkləri qurucu David Gürcistanın ərazi bütövlüyünü yaratmaq üçün bir dövlət, knyazlıqlardan bir dövlətə çevirmək üçün dəvət edəndə Xətai müəllimin yazdığı yazıyı göndərmişəm. Ki, bax, bilsinlər məlumatı olsun ki, haraya dəvət olunur. Yoşanımız sənin yazın idi, qardaşım. Çox sağ ol. Çox gözəl bir yazı yazıbsan, halal olsun sana və bir gün səni dinləmək istəyirik biz burada. Buyurun əzim. Siz adətən mikrofonu uzadıb suallar verirsiniz. İndi bir sualı mən verirəm burada. İndi sən danışacaqsan. Bir təşkilinə görə sizə minnətdarlığımı bildirirəm və bacılarıma xoş gəlmisiniz deyirəm. Bugün sizə xoş gəlmisiniz demək olar. Çünki elə bir mərasimə, elə bir şeyə, şərəfli bir tədbirə gəlmisiniz ki, həm şəhidimizin 60 illik yubileyinə gəlmək, onun xatirəsini, onun burada dolaşan ruhunu şad eləmək, bu özü böyük bir, əlbəttə, böyük bir nailiyyətdir deyim. Bəli. Mən hər birinizə bu kitabı ərsəyə gətirdiyiniz üçün minnətdarlığımı bildirəm. Sizin sevginiz qarşısında baş əyirəm. Bu ölməyən bir sevgidir. Mən indi deyir belədir, biraz bəlkə də uzunçuluq çıxar, nəsə bəlkə düzəlmirsə, bir şey deyim də. O gecə biz telefonla danışanda, telefonla zəng eləyirdim xanıma, sonra zəng eləyirdim Hüseyin müəllimə. Zəng eləyirdim xanıma, zəng eləyirdim Hüseyin müəllimə. Hardasa 2-yə qədər çəkdi, saat 2-yə qədər, gecə saat 2-yə qədər çəkdi. Bir ara əsəbləşdim, biraz belə o mənada yazıya görə yox ki, belə həmişə başımıza nəsə gəlir, görünələr. Sonra Ruslan Astevinin həmkarım 3-də bunu durğuzdu ki, yata bilmirəm. Və nə oldu be? Yata bilmirsən, biraz lağ elədi, zarafatlaşdıq. Sonra dedim ki, bizdə Nəsimi kimi, Nizami kimi, Füzuli kimi yazan bir şair qalıb. Dedim, yox, qalmayıb. İndi siz şair olmasanız da bir gözəl kitab yazıbsınız. Kitab həm Azərbaycanın, Qarabağın əsrarəngiz təbiətini özündə hissetdirir. Həm Ulu Öndərin anadan olmasının 100 illiyinə bir tövhədir. Həm Vətən müharibəsinin bir xronologiyasıdır. Həm şəhidlərimizin bizə tanıdılmasını tanıdan bir əsərdir. Adam bilmir hansı aspektdən yanaşsın və necə desin, amma bir aspekti var. Bu kitab elə əsl sevgi nəfəsidir. Bəli. Sizə minnətdarım. Sizin qarşınızda, yenə də sevginiz qarşısında baş əyirəm. Sizin əməyiniz qarşısında baş əyirəm. Mənim Azər müəllim Həsrət, biz həmkarıq. Vaxtilə çox bircə mübarizə aparmışıq. Atana deyərsən ki, Xətai baba, indi baba deyərsən də yəqin 63 yaşım var. Yox, hələ əmi qaçsın. Hədə əmidir. Dərsən salam göndərdi. Həqiqətən mən sizə bir şey deyim, Azər müəllim çox ləyaqətli bir adamdır. Jurnalist kimi də. İndi hüquq müdafiəçisidir. Bəli, ancaq vaxtilə jurnalist kimi bizi o qədər döyülürdük ki, o mitinqlərdə. Birinci dəfə mənim elə başım yarılanda, döyüləndə siyahıya o salmış kəbiyyətimi də bir qeydə alanda, bir görək nədir? Azadlıq carçıları. Hə, əsl azadlıq carçılarından biridir. O vaxtın jurnalistikası indi yoxdur. İndi mən çox təəssüf edirəm ki, Gürcistanda da yoxdur, elə qeyqacı baxmıyor. Elə bir Qafqaz türkdə qalıb. Eləmi? Biz burada belə qalmışıq.
Tamamilə doğrudur. O vaxtın jurnalistləri tamam başqa idi. Sürən Ruslan deyirdi onu ki, ay müəllim, nə olub köhnələrdə olub. İndiki jurnalistika çox... Amma tənqid eləmirəm, amma tənqid yanaşmaq da lazımdır. Amma siz ki, o jurnalist ailəsindən, o müəllimlikdən, o sevgidən bəhrələnib onu yazmışsınız. Yenə də sizə minnətdarım. Nə qədər desəm də azdır. Sizə minnətdarım. Çox sağ olun. Sizə minnətdarım. Sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu bugün şaddır. Və bir daha şad olsun ki, onların apardığı mübarizə öz parlaq qələbəsini və nəticəsini verdi. Mən özüm də o Qarabağda döyüşmüşəm. Mən bilirəm müharibə nədir. Allah heç vaxt bir də heç kəs müharibə çıxartmır. Amin inşallah. Sağ olun. Bundan sonra həmişə qələbə üstündən gələcək inşallah. İnşallah. Qafqazda sülh təmin olunacaq o günləri biz görəcəyik. Və çox gözəl haldır ki, üçüncü tərəf də artıq o strategiya ilə yanaşır. Bu yaxından Paşinyan Rusiyada olanda Nadir. Bir neçə əsr idi. Gah Osmanlıda, ondan qabaq Ərəb dövlətlərində, sonra Osmanlıda, sonra Qafqazlarda bunlar kimlərinsə jandarm funksiyasını yerinə yetirəcəklər və qırılacaqlar. Jandarm funksiyasını yerinə yetirəcəklər və qırılacaqlar. Bir dayanmağı bacardılar. Və o Avropa İttifaqı soyqırımdan danışdı, aprelin 24-də. Paşinyan deyir ki, bu Rusların hazırladığı bir ssenari. Heç bir soyqırım falan olmuşdu. Qazilərində da can sağlığı, bu hansı özlərinin, döşlərinin, güllərin qabağına qatdılar. Bu Azərbaycan xalqını bu bəladan qutardılar. Azərbaycan xalqını da təbrik edirəm qəlbə münasibətinə. Sonra mən körəltdilər məni. Onlar onu çox gözəl başardılar, hamımız görəldik. Mənim də tələbəlik illərim yadıma düşdü. Bunlar işdən yaşayır, biz onun işlərini yaşaya-yaşaya qolaqdırıq. O tələbəlik illərində yaranan məhəbbət, ülvi məhəbbət, saf məhəbbət, sədaqət. Xanım qarşısında baş əyir. Var olun. Qəhrəman da Azərbaycan xalqının nümunədir. Biz bunu dastanlarda eşitmişik. Əsl Kərəmdə eşitmişik, Abbas Gülgəzdə eşitmişik, şifahi xalq ədəbiyyatında, Leyli Məcnun'da eşitmişdik. Amma əyani surətdə görməmişdik. O keçmiş əsrin dastanında, eposlarda rəst olub ona hal-hazırda qarşımızdadır xanım. Bütün xanımlarımıza nümunədir. Fəxr edirəm. Həqiqətən də baş əyirəm. Olur da həyatdır indi. Hüseyin müəllim gözəl vurğuladı. Ailə həyatı qururlar. Bəli. Şəhid olub, övladları yoxdur. Gəlinimizin canı sağ olsun. Bu hər xanımın işidir bu. Sağ olun müəllim. Çox sağ olun. Allah razı olsun. Var olun, var olun. Fürsətdən istifadə edeyim. Mən də dünən Mahir müəllimin doğum günüydü. Mahir müəllim bir ayağa qalxıb onun sunumu görək. Xarkov İqtisadiyyat İnstitutunu bitiribdi Mahir müəllim. Ekonomika fakültəsini bitiribdi. Beynəlxalq İqtisadi Münasibətlər. Onu da almadan Rusça ilə gözəl deyil Mahir. Mahir sizi təbrik edirik. Mahir müəllimin büyündən 70-ci yaşı başlayır. Mən 69 demirəm, yəni birinci yubiley teması var burada. Büyündən, yox, büyündən başladı. Büyündən 70-ci yubiley ili başladı Mahir. Mən təbrik edirik, onlar arzu edirik. Pensiya sar, mən də pensiya başladım. Sağ olun, sağ olun. Mən dünən bir söz dedim ki, hər oğlun işi də öyle bir maydanadır. Qəhrəmanlar olur.
Amma bu da Keş insanların bayram günü. Dünən mən istəyirəm bir dəqiqə. Maydadım bir. Dünən. Sağ ol, sağ ol. Amma bilirsən bunun da bir şey var. Ana kəməridir. Ona görədir. İtiraf müğanniyə yaxındır. Öz ana vətənlərinə xoş gəlmiş istəyirəm. Çox təşəkkür edirəm ki, belə bir kitab ərsiyə gətiriblər. Bu kitabı bu xanım ürəyinin qanınla, gözünün yaşınla yazıb. Necə deyirlər, mürəkkəbi, gözünün yaşı, ürəyinin qanı olub. Kitab yazmaq olar, deyir, özgənin ölüsünü bayatı ilə ağlayar. Başqaları yazarlar, sadəcə eşitdiklərini, cümlələrə, sözlərə düzüb yazarlar. Ancaq bu xanımlar onu işdən yaşaya-yaşaya, bu keçirdikləri duyğuları, hissləri kağıza köçürüblər. Orada sadə cümlələr deyir, o cümlələrin içində o dalov var, o cümlələrin içində göz yaşı var, həsrət var. Müharibə sözünü demək çox asandır, amma onun hər hərfində bir od alov var. Onun hər hərfində bir ana balasız qalıb, bir gəlin həyat yoldaşsız qalıb, neçə körpə balalar atasız qalıb, nə qədər bacılar qardaşsız qalıb. Qardaş toyunda qol qaldırıb oynamaq xoşbəxtliyi ona nəsib olmuyor. Yəni, bu xanım ki, bir nümunədir, ancaq bu minlərlədir bizim ölkəmizdə, minlərlədir. Əlbəttə ki, insanın taleyinə həyata gəlmək yazılıbsa, həyatdan getmək də yazılıb. Onların bizim qardaşlar, onların hamısı bizim qardaşlarımızdır, bacılarımızdır. Onların yaşında o qədər bacı qardaşlar itirmişik. Onlar da bəlkə onlardan da kiçik-kiçik yaşlarda həyatdan gediblər. Amma onlar bir fərq var ki, onlar şəhidlik zirvəsinə ucalıb gediblər. Onlar vətən yolunda gediblər. Oğullar vətən üçün doğulur deyirlər. Analar dünyaya gətirəndə deyir ki, sən mənim, tək mənim deyil, həm də vətən sənin anandır, həm də sən vətən üçün doğulursan. Azadlıq yolunun başlanğıcı bizim şənbə gecəsindən başladı, meydan hərəkatından başladı. O gün təkcə bizim oğullarımız şəhid olmadı, o gün bizim qucaq-qucaq qərənfillərimiz şəhid oldu. Daşların üzərinə dağılan, şəhərdə asfaltın üzərinə dağılan şəhid qanlarının üzərinə Bakının yaxın kəndlərindən olan insanlar qucaq-qucaq qərənfilləri daşıyıb tökdülər. Ona qədər qərənfillər bizim ad günlərimizin, toylarımızın, nişanlarımızın, toy günündə gəlinlərimizin əlinin vəzəyi idi. O gün bizim qərənfilimiz şəhid oldu. Artıq o ancaq qəbir üstünə getdi. İndi həqiqətən də qərənfili biz şəhidlikdən qurtarmalıyıq. Onu toylara çıxartmalıyıq, onu bayramlara çıxartmalıyıq. O gülün bir günahı yox idi. Və bu yol Qarabağ qədər, bizim dövlət sərhədlərimizin bərpasına qədər davam elədi. 30 il biz bu zəfər gününü gözlədik. Qarabağdakı deyir, zəfər gülləri şəhid qanından becərdi. Şəhid qanının qarışdığı torpaqdan cücərdi. Yadınızda olar yəqin ki, Xarı bülbülü təkcə Qarabağda bitirdi. Amma müharibə vaxtı Azərbaycanın müxtəlif rayonlarını dedilər ki, orada Xarı bülbül bitir. Xarı bülbül də vətənindən pərən-pərən düşdü. Xarı bülbül də vətənsiz oldu. Sabir dağını tapmışdı Xarı bülbüldən. Xarı bülbülü niyə sədaqətin, etibarın rəmzi deyirlər? O vaxtda Qarabağ xanı İbrahim Xəlil xan vaxtı var imiş də xanlıqlar aralarında münasibətləri bərpa eləməkdən ötürü, nə bilim, hücumlardan qorunmaqdan ötürü qohumluq əlaqələri yaradılmışdı. Ona görə Fətəli xan da qızı Ağabəyim ağanı, bizim məşhur şairəmiz, gözəl şairəmiz Ağabacı təxəllüsü ilə yazan Ağabəyim ağanı Fətəli Şaha ərə verir. Bir gün Fətəli Şaha xəbər verirlər ki, Ağabəyim ağa deyir ki, əziyəm Qarabağ, qara salxım Qarabağ, Tehran cənnətə dönsə yaddan çıxmaz Qarabağ. Çağırtırır yanına ki, deyir, sənin nəyin əksikdir, nəyin intizarını çəkirsən ki, sən Qarabağı unutmasan. Deyir, yox şahım, mən elə demədim. Dedim, Tehran cənnətə döndü, yaddan çıxdı Qarabağ. Şah başa düşür ki, çox ağıllı, çox məntiqli bir cavabdır və özünü burada qutardı. Deyir, dilə məndən nə dilərsən? Deyir, siz bir gün deyir, əmr eləyin ki, şahlıq xəzinəsi Ağabəyim ağanın adına açıq olsun. Mən bir bağ salmaq istəyirəm. Hər şeyi, torpağına qədər, gülü, ağacı, çiçəyi, hər şeyini Qarabağdan gətirdəcəm. Adı Vətən bağı olacaq. Ancaq deyir, mən o xəzinədən sadəcə Qarabağdan atam evinə gətirdiyim cehizlərdən istifadə edəcəm. Başqa bir şey xərcləməyəcəm. Həqiqətən də qatırlarla Qarabağdan torpaq daşıtdırır,
gülü, çiçəyi, ağaçları, hər şeyini, meyvə ağaçlarının, tinkləri hamısını Qarabağdan apartdırır. Hamısı bitir. Bağban nə qədər başına dolansa da xarı bülbül bitmir. Deməli, xarı bülbül torpağına o qədər bağlıdır, o qədər sədaqətlidir, o qədər etibarlıdır. Mən demək istəyirəm ki, bax, bu Mənzər xanım bizim xarı bülbülümüzdür. Bu vətənlə, torpağına bağlı olan kimi, o da ilk dəfə ürəyini verdiyi, sevdiyi, etibar elədiyi, ömrünü ona tapşırdığı oğlana sədaqətli olub. Müəllim düz qeyd elədi, Leyli Məcnunlar təkcə ərəb əfsanəsi deyil, qədim əsərlərdə yaranmayıb, bugün də yaranır. 20 yanvarda İlhamla Fərizənin timsalında biz onu gördük. İnternetdə paylaşırlar, Mehman adlı bir oğlandı, Mehman bir də Sevda Əliyeva, eyni ilə nişanlı 11 il gözləyib qızın yolunu ki, buna hə desin, çətinliklə hə alıb. Bir il nişandan sonra da elə olub ki, nənəsindən beri gedib qızın, toy eləyə bilməyiblər ki, ili çıxsın sonra eləyərik. Ondan da müharibə başlayıb, oğlan müharibəyə gedib və şəhid olub. Bugün də onun yolunu saçına ağardıb, onun yolunu gözləyir. Belə qızlarımız o qədərdir. Bizim öz kəndimizdə mənim bir qohumum, bugün də hələ ondan xəbər yoxdur. Bu yaxınlarda şəhidlik statusu verdilər. Nişanlı idi gedəndə, zabit idi. 15 il nişanlısı yolunu gözlədi, dayı qızı, mama qızı idilər. Oğlanın anası məcbur elədi ki, mən hər gün ölürəm səni görəndə. Əgər məni istəyirsənsə, yaşamağımı istəyirsənsə, zəhər içib özümü öldürəcəm, sən özünə həyat qur. Çünki mən oğlumu belə itirmişəm, səni də elə itirmək istəmirəm, sən mənim qardaşım balasına. Güclə onu evləndirdi. Yəni, belə qızlarımız hər yerdə var. Onlar etibarın... Həqiqətən bu qədər alqışa, sevgiyə layiqsiniz. Bütün dostları xoş gördüm. Hər birinizə salamlar. Başda Hüseyin müəllim olmaqla bütün təşkilatçılara təşəkkür edirəm ki, belə bir görüş təşkil edib. Mən danışa bilmirəm artıq. Sizin sevginiz ölməz bir sevgidir. Həqiqətən də belə bir sevgi nadir hallarda. Yəni, hər bir kəs onu başarmaz. Bu həqiqət, doğrudan belədir. Qoy qadınların gözəlliyi qarşısında kör olsun o düşmənlər. Bütün acılar geçsin. İnşallah ki, qərənfillər bundan sonra qoy yüzü gülsün. Hər birinizə sevgi, gözəlliyi arzu edirəm. Hər birinizə can sağlığı arzu edirəm. Danışa bilmirəm. Çünki o qədər qəhərməni oldu. Bəlkə də fikir verdiniz. Gördük. Çox çətin, çox çətin. Çox şad oldum ki, tanış oldum. Sağ olun. Mən bugün bir şey kəşf edirəm. Deməli, Nizami ilə Füzuli bizi alladıq. Gəsi üzrə təmsilçisi Ağabalı müəllim Xeyirxəbərova söz vermək istəyirəm. Ağabalı müəllim həqiqətən Gürcüstanda yaşayan Azərbaycanlıların böyük ağsaqqallarından, böyük ziyalılarından biridir. Hamımızın ona böyük hörmətimiz var. Gəlin salamlayaq hamımız birlikdə Ağabalı müəllimi. Müdürü ağsaqqal. Bəli. Və Ağabalı müəllim söz sizindir. Buyurun. Çox hörmətli Hüseyin müəllim və Konqresin üzvləri, hər birinizi bir ağsaqqal səmimiyyətindən, qardaş səmimiyyətindən, dost məhəbbətindən salamlayıram, öpürəm sizləri, bağrıma basıram. Sağ olun, var olun. Və davamlı olaraq böyük işlər gördüyümüz münasibətindən Konqresin işinə daha böyük uğurlar arzulayıram. Var olun. Sizin təşkil elədiyiniz görüşlərin hamısı çox tarixi bir görüşlərdir, adi görüşlərdir. Sizin təşkilatın adına yaraşan görüşlərdir və elə bir görüşlərdən biri də bugünkü görüşdür. Mən bu görüşün tarixi haqqında, məqsədi, məram haqqında az-çox məlumatım var, hamınızı salamlayıram. Bu doğrudan da adi bir görüşdür. Bu görüş qeyri-adi bir görüşdür və mən inanıram ki, bütün dostlar məndən də daha çox məntiqli, daha çox ətraflı bu görüş haqqında məlumatınız var və danışmış olarsınız. Ona görə mən nə təkrarçılığa yol vermək istəmirəm, nə sizi yormaq istəmirəm. Bir şey deyim ki, bu görüş mənim üçün həddindən artıq dəyərli bir görüşdür. Həm də ona görə ki, bu görüşün qəhrəmanı gözəl bir insanlar, yadda qalan, tarixin yaddaşına yazılan insanlardır. Bizim şəhidimizə bütün şəhidləri
bunun simasında bütün şəhidlərimizə Allah rəhmət eləsin. Və Amin. şəhidlərin yerində qalan analara, bacılara, balalara Allah uzun ömür versin. Mən çox həsəd aparıram. Baş əyirəm bu Mənzər xanımın qarşısında. Onun Sağ olun, sağ olun, sağ olun. Mənzər xanım, bax bu xanımdır, əl elə. Şey müəllim, deməli, qızım öpürəm səni, qurban olum, sən çox gözəl insansan, çox gözəl. Elə adınızın da mənşəli ərəb mənşəlidir. Mənzər gözəl görünən mənasındadır, gözəl görkəm mənasındadır. Siz nə qədər indi gözəl görünürsünüz, sizi ilk görüşdən gözəl görünənlər sizin tarixinizi, sizin keçmiş həyat yollarını dərindən örgənsə, siz bütün hamının, milyonların gözündə daha böyük insansınız, daha güzel görünürsünüz. Sağ olun, var olun. Var olun, Asaklar. Şəhid qardaşımızın vəfadarın da adı elə belə ad deyil. O da həm ərəb, həm fars mənşəli sözlərdir. Vəfadar, vəfalı insan deməkdir, sadiq insan deməkdir. Mən indən sonra qızıma mı deyim, bacıma mı deyim, mən istəyərdim ki, bu indən sonra bir Mənzər adından yox, Mənzər vəfadar adından tanınsın. Sağ ol, sağ ol, sağ ol. Sonra bacı Güllara da mən təşəkkürünü bildirirəm. Hər ikisi. Demək, Hüseyin müəllim, yolculuk olmasın, üzr istəyirəm hamınızdan. Çox şəhidlər olmuşdu və şəhidlərdən sonra onun ya həyat yoldaşı, ya ən yaxını intihar edib özünü öldürübdür. O, bizim şəhidimizin sevgilisi bu yol çəkə bilərdi. Bəlkə də bu yol öz sevgilisiyle beraber bəlkə bir rahatlıq olardı bunun için. Ama bu, o yolu çəkmədi. Öz həyatında onu yaşatmaq naminə yaşadı. Var olun. Təsəvvür edin ki, bu adam hər dəfə o sevgilisiyle keçirəcəyi anları gözünün qabana gətirəndə bir anlıq xəyalında gülür və onsuzluğu dərk elində bir anlıqda onun ürək parçalanır. Buna ürək dözməz. Bir şişə qaba qızğın su töküb üstünə dərhal soğuk düşəndə şişə parçalanır. Ürək eyni vaxtda qısa bir müddətdə həm xoşbəxtlik yaşayır, onun arkasında bir bədbəxt hadisəni təsəvvür edəndə o ürək yaxşı ki parçalanmır. Sizə Allah səbir versin qızım. Sağ olun, sağ olun müəllim. Sizin gələcəyiniz xoşbəxt olsun. Və bir daha hamını salamlayıram. Bir daha öpürəm sizə müəllim. Bəli. Ömür versin, siz belə gözəl tədbirləri həmişə keçirin və biz orada iştirak edib, Allah bizə qismət eləsin. Sağ olun, sağ olun, var olun. Öpürəm, çox sağ olun Arsakal, var olun. Həqiqətən Ağabalı müəllim sanki bir senari yazdı. Çox gözəl söhbət elədi. Bəli, hamımızın böyük hörmət bəslədiyimiz ziyalımızdır. Həqiqətən indi Qaraçöpü bilənlər bilir də orada 8 kənd 4 sosialistikə birləşib Qaxet bölgəsində lokal aralıdır mərkəzdən və Gürcistandakı qoyunçuluğun təqribən 70% olardadır. 70%, ölkədəki qoyunçuluğun 70% olardadır və onlar 44 günlük müharibə olanda qoyun ətini, pendiri, nə bilim, pulu tirlərlə göndərirdilər həqiqətən. Və o qoyun saxlayanlar da mütləq silah da olur da. Silah da bir fransız rejissorunun bir söhbətində mən qulaq asmışdım. Deyir, filmin birinci seriyasında divarda deyir, silah görünürsə filmin geçişində o silah mütləq açılacaqdır. İndi o silahlar da nə vaxtsa açılır, nə vaxtsa nələrsə olur, bu kişi qan barışdırır. Bax, Ağabalı müəllim orada qan düşmənlərini barışdıran bir Ağsaqqal həqiqətən. Bu orada elə məsələləri həll edib ki, mən valeh olmuşam ona. Mən o kişiyi tanıdığıma görə özümü xoşbəxt sayıram, inanın. O dərəcədə böyük hörmətim var ona. Və mən istəyərdim ki, indi bizim Qardaban rayon, Konqresin Qardaban rayon təmsilçilərindən Lətif müəllimi dinləyək. Lətif Ağoğlu böyük şairdir, böyük ictimai siyasi xadimdir. Lətif müəllim, buyurun.
Buyurun söz sizin müəllim. Mikrofonu. Amma bir də xəstələnmə, ha? Yox. Gəl. Zəhmət çəkib bizi dəvət elədiyinizə görə Qarayazıdan buraya və biz də böyük həvəslə həmişə o məsafəcə biraz aralı olduğumuza baxmayaraq biz çox yaxınıyıq. Bütün tədbirlərdə iştirak eləməyə hazırıyıq biz. Bu cümlədən bugün gözəl bir tutarlı bir kitab. Təəssüflər olsun, hələ ki oxumamışıq. Burada nələr var bunun içərisində. Oxumaq istəyənlərə kitab veriləcək. Hə, veriləcək, hökmən lazımdır. Və bugün bu kitabın ərsəyə gəlməsi gələcəyimiz üçün böyük bir ensiklopediya, böyük bir tarixdir, böyük bir institutdur. Bunu yazan əllər, düşünən beyinlər qoysa olsun, var olsunlar. Bizim gənc yazarımız Sədoğlu da, Mustafa Sədoğlu da ona söz verəcək. Bilirəm. Mustafa Sədoğlu da bax bu mövzulara əl atıbdır. Onun da 4 kitabı çıxıb, 5-ci də inşallah çıxdı, təqdimatı olacaqdır bu günlərdə. Amma 4 kitabı yalnız və yalnız müharibə ilə əlaqədardır. Müharibədən nə qədər istəsən yazmaq olur. O böyük bir mövzudur. Ona görə ki, elə-belə müharibə deyildi bu. Sovet hökumətinin müharibəsindən yazmağa nə vardı? Maştab çox böyük idi. Millətlər də beynəlmilləl idi. Hərə bir tərəfdən yazırdı. Amma indi bizim özümüzdən tək bir Azərbaycandan, Türkiyədən, böyük Türkiyədən yazmaq buna böyük hünərlər lazımdır və onu yazmaq lazımdır özüdür. Bir atalar sözü var. Deyirlər ki, kişi ağlamaz. Mən ona görə bir şeir də yazmışam. Amma mənə elə gəlir ki, o məfhum bəlkə də biraz yerində deyil, bəlkə də yerində deyilməyibdir. Onun müəyyən yerləri var yəqin ki, ürək ki, daş deyil. Məqamları var. O məqamları var. Ürək ki, daş deyil. Kişi ağlayar, niyə ağlamasın? Siz ağlayanda mən ağladım. Bax, bunlar ağladılar, bax, kişilər ağladılar. Xətay müəllim ağladı. Söyün müəllim dəsmalı götdü. Siz bizi ağlatdınız. Kişi nətər ağlamayır? Kişi ağlayar, özü də, mən laf loru Gürcistan dinlədim, zırı-zırı ağlayar, gözündən yıldırım tökər. Vallahi, niyə ağlamayır? Nətər ağlamasın kişi? Daş da ağlayar. Yaşı civə kimi ağır olurdu içinə. Ay, Fatma bacı. Kişi, yox, daş da ağlayar. Daş da ağlayar, nətəri? Onlar yaş tökürlər, özü də nə yaş tökürlər, bilirsən, vətənimiz haqqında şəhid olanlar, şəhidlərimiz barəsində yaş tökürlər. Kişi nətər ağlamasın? Ağlayar. Yəni, ürəyi yumşaq kişilərin hamısı ağlayır. O daşdan, qayadan, dəmirdən olsa, vicdansız insanlar ağlamaz. Biz Ramiz müəllimlə baravar ikimiz də qrupamızda çox adamlar var idi. Qarabağa ziyarətə getdik. Keçən il. Orada olan hər şeyi gözümüzlə gördük. Nə qədər şəhidlərimiz, nə qədər uçan, dağılan, yıxılan, viranə qalan, sahibsiz evlər, ev də qalmayıb, evin hələ o bünövrəsi də yoxdur. Bunu görüb, göz yaşarmaya bilməz də belə şeylər gözlə görmək lazımdır. Və mən oradan qaydandan sonra, buraya vətənimizə qaydandan sonra, mən elimizdə obamızda belə bir söz buraxdım ki, biz çalışırıq ki, bayaqlar maşında gələndə də yoldaşlara da danışdım ki, çalışırıq ki, biz Məkkəyə gedək, həccə gedək, ziyarət eləyək, nə filan eləyək. Bu, era yarın bizdən əvvəl deyək olan, eradan artıq olan bir ziyarətgahımızdır. Amma bugün bizim
bax bu yaşları süzülən qadın, analarımız, bacılarımızın hələ yarası sağalmamış, yaşının, gözünün yaşı, nəmi qurumamış, o torpaqları gedib görmək, oradan irəli deyiləm bizə. İradə, mən razılaşıram. Mən bunu deyəndə ki, mən həccə gedib gəlmişəm. Hacı gedib görmək istəyən kimsə da çalışsın 10.000 dollar xaricləyib, deyək ki, bu qədər məsafəni qət eləyib, ziyarətə gedəncək. Bax, bu gün dünəndə İsrahanida olan gəlin torpaqlarımızı, yurttaşlarımızı, şəhidlərimizi gedək, ziyarət eləyək. Bu qabuldur hamısını. Mən belə başa düşürəm. Bugün siz fəxr eləməlisiniz. Mənim bacım, siz fəxr eləməlisiniz. Sizin qardaşınız bütün Gürcüstanın başını uca elədi. Mən demirəm ki, Azərbaycanın, Türk dünyasını. Ki, bizim Borçalıdan olduğuna görə bizim fəxrimiz, onu kimi şəhidlərimizin hamısı, mərd oğullarımızın hamısı bizim başımızı uca elədi ki, bizim də sözümüz var danışmağa, bizim də haqqımız var danışmağa, bizim də qəhrəmanlarımız var. O torpaq uğrunda özlərini, canlarını fəda verənlər. Bugün siz həmən qəhrəmanın bacısısınız. Siz ağlamağa haqqınız var. Ancaq sizin başınızı, sizin qardaşınız göylərə qaldırdı. Siz şəhid bacısısınız. Qaldı mənim Mənzər balam da deyə bilərəm, bacım da deyə bilərəm, bilmirəm. Amma siz bir ideal oldunuz. Leyli Məcnun, Əsli Kərəm, Şəxsənəm Qərib, bunlar sevgisi üçün canını bəyəklər kim idi? Fəda verdilər. Sevgi uğrunda qurban verdilər. Bir-birinə belə bir eşq, məhəbbət bağladılar. Amma siz diri qalmış, ola Xeyr Xəbərov idi şeydən deyil. Siz diri qalmış bir idealsınız. Bunun özü, siz xalqımızın fəxrisiniz. Siz Azərbaycan, Türk qadınına lidersiniz. Sevgi bax belə olar. Ölümə nə var ki? Ölüm bir dəfəlikdir. Sevib sevilmək kaşı olmayaq. Sağ olun. Ölüm bir dəfəlikdir. Öldün, qutardın. Amma siz Əsli də, Şəxsənəm də, Leyli də, onlar yandırdılar özünü. Öz eşqinlə bara var, sevgisinlə bara var. Məhv oldular ki, dincəldilər. Amma siz ömrü boyu əziyyət çəkirsiniz və bu əziyyətə dözürsünüz. Allah sizə səbr versin. Allah sizə əgər belə deməyi qəbul edirsə də dünyada nə gözəl, nə qədər xoşbəxtlər varsa qoy sizin bax bu nakam sevginizin qarşısında baş əysin. Onlar niyə onlar sizi belə elədi? Bax, buna görə də qoy özləri, həmən o xoşbəxtliklər qoy özləri utansınlar. Siz buna layiq döydünüz ha. Onlar sizə qisməti olmadı. Amma qoy sizinlə olsun. Mən sizə mənim böyük hörmətim artdı. Mənim gözəl xalqımın, gözəl incə nümayəndəsi. Siz nə qədər əziyyət çəkirsiniz, nə qədər, bax bu bizə lazımdır. Bugün görülən balaca bir iş sabahımız üçün böyük bir tarix. Sağ olun, minnətdaram. Allah canınız sağ eləsin. Sağ olun. Sağ olun. Var olun. Bizim Gürcistan Azərbaycanlıları Konqresinin bir dənə, təkcə dənə sloganımız var. O zaman ibarət ki, Gürcistan bizim vətənimizdir. İkinci, üçüncü, beşinci vətən olmur. Azərbaycan və Türkiyə bizim üçün milli dövlətlərimizdir və onların hər üçünü bizə eyni dərəcədə sevirik. Hər üçü bizim üçün əzizdir, doğmadır. Bugün burada bizim aramızda Gürcistan Azərbaycanlıları Konqresinin Cənubi Ural və Volqa boyu təmsilçisi şair Aslan Görarxlı iştirak edir. Alqışlayaq şairimizi.
Bəli. Neçə ildir biz tanıyırıq. Çox Hələ şeylər mən uşaq danışıldı. idim. Mən biraz da kəsər. Deyir, şəhidlər ölmür, atalar deyib. Bu sözü haqq deyib, tarix Başayev. Mən rəhmət oxudum, gözlər yaşlı, göydən sədə gəldi. Yox, ölmür. Şəhidlər ölmür. Allah rəhmət etsin deməyə borcumuz. Amma şəhidlər ölmür. Və mənim yeganə bütün insanlara bir arzum var. Ölümün də yaraşığı var. Doğrudan yaraşıq ölsünlər. Bax, şəhidli ölümün yaraşığı. Öləndə elə öl balarsa, el oba sızlar, daraşsın sana. Həyatda sadəcə ölməyinə var. Elə ölüm də yaraşsın sana. Allah şəhidimizə rəhmət eləsin, doğrudan ölüm. Allah rəhmət eləsin. Ölümün də öz yaraşı var. Mənim daim oğlu da şəhid olub 1-ci Qarabağ müharibəsində. Norman Musayev mənim daim oğlum. Yəni təəssüflər olsun ki, onun haqqında az yazılıb, az bilirlər. Mən 93 ildə, 35 ildə vicdan sürüşündəyim. İndə kongreslə fəxrliyib, yəni kongreslə əlaqələrimiz var. Kongresə xidmət eləməyə hazırıq. Və orada olan 16 min kiləm soğlası yaşayan Azərbaycanlar adından rəhmət oxuyuram, onlar məndən xahiş edir ki, harada çıxış eləsəm, onun üçün mən 1000 təşəkkür yazıram, kimsə yazsam. 1000 təbrik, 1000 təşəkkür. Yəni, onlar xahiş edir ki, bizim imenin adımızdan da çıxış elə. Yəni, Facebook özünü orada bağlayıblar, onları təbrik eləməyə zadları deyil, təbrik elə. İndi mən elə də sizin yaradıcılığınıza uğurlar arzuluram. Çox gözəl başlayıbsınız. Həmişə də sözün axırında mənim uğurlar ancaq uğurlar. Sizə uğurlar. Sağ olun. Bugün burada bizim gənc diyarlarımızdan və şəhidin ana tərəf nəslinin, yəni Mollevli nəslinin təmsilçisi var, ehtiyatlı olun. Mollevlilərdən kimsə var. Buyur Kamran, səni dinləmək istəyirəm. Öz torpağımızda, öz yerimizdə, öz torpağımızda. Mən uzun danışmayacağım. Təsirlənmişəm, yəni burada hamı təsirləndir. Çox, özü də çox. Zaten söhbətlər olunduqca mənim gözümün qarşısında Bəxərdarın siması canlanır. Heç vaxt yaddan çıxmayan bir siması. Onun uca boyu, yəni gülər üzü, sadəliyi, gözəlliyi, onun şux zarafatları heç vaxt yaddan çıxmır. Yəni o uşaqla uşaq böyüklə böyük idi. O qədər gözəl bir oğlan idi. O həm də Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan ilk qaranquşlardandır. Yəni ilk canını şəhid edilənlərdəndir. Onu demək istəyirəm, həm də vətənpərvər bir oğlan idi. Vətənini sevən bir oğlan idi. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sizə öz minnətdarlığımı bildirirəm bu kitabı ərsiyə gətirdiyinizə görə. Gözəl bir əsər yazdığınıza görə. Məndən xanıma minnətdarlığımı bildirirəm. Çox sağ olun bacım. Siz öz məhəbbətinizi, öz sevginizi bu cür qorudunuz, bu cür saxladınız. Mən əminliklə onu deyirəm ki, eyni hərəkəti vəfadar eləyərdi. Yəni, bunu tam əminliklə deyirəm. Təşəkkür edirəm hər birinizə. Sağ olun. Sağ ol Kamran, sağ ol. Onu da mən vurgulamaq istəyirəm ki, bugün Kirəş Muğannıdan bizim şəhidimizin qardaşı Etibar Eminov buradadır, onu almışlar. Dayısı oğlu Rafiq Məmmədoğlu burada iştirak edir. Kirəş Muğannının axunu da buradadır. Kirəş Muğannının axunu da buradadır. İnşallah da gəlin çıxıb gələr. Mən istəyirəm sözü bizim sevimli pedagog, müəllim, məktəb direktoru və vətənpərvər bir qardaşımız olan Ümmət müəllimə verək və Ümmət müəllimi dinləyək. Buyurun Ümmət müəllim. Ümmət müəllim də gözəl şair deyil zamanda. Sağ olun Hüseyin müəllim. Buraya gələn hər bir şəxsə təşəkkür edirəm. Bugün məclisimizin əvvəlində çox kövrək anlar yaşadıq, bu da təbiidir. Amma istəyirəm ki, məclisimiz o kövrək tonlarda keçməsin. Çünki vəfadar kimi şəhidlərimizin hesabına biz bugün qürurluyuq, biz bugün vüqarlıyıq, biz bugün sevinç içindəyik və ona görə də qoy məclisimiz də elə bu vüqarın, bu qürurun, bu sevincin fonunda keçsin və mən
yazarlar hamısı yaxşı bilir. Bir şeir yazmaq, bir kitab yazmaq çox böyük əziyyətdir, çox böyük əzabdır, çox böyük məsuliyyətdir. Və mən qadın yazarlarımızın hamısını çox gözəl başa düşürəm. Ailə qayğılarından uzaqlaşıb, məişət qayğılarından uzaqlaşıb, məktəb kimi böyük bir daima işlə qaynayan bir şəraitdən aralaşıb kitab yazmağa, vaxt tapmaq, kitabı, belə bir gözəl, möhtəşəm kitabı yazıb əriyə-ərsəyə gətirmək özü bir qəhrəmanlıqdır. Ona görə mən hər ikinizin əllərinizdən öpürəm. Gözəl bizim Borçalı gəlinimiz, təşəkkür edirik. Və bu kitabı mən baxdım, çox gözəl tərtib edibsiniz, halal olsun. Çox simvolik də tərtibat verilibdir kitaba. Həmi Şuşanın qala divarları, həmi qərənfil, həmi xarı bülbül, həmi Azərbaycan bayrağı, həmi möhtərəm prezidentimizin dəmir yumruğu, həmi bu dəmir yumruğu, bəli, dəmir yumruğun altında vuruşan, qələbələr qazandıran Azərbaycan əskəri və hamıya minnətdaram. Çox sağ olun. Siz təkcə bir əsər yazmırsınız, təkcə bir kitab yazmırsınız, siz tarix yazırsınız. Bu Borçalının tarixidir, bu Qarabağın tarixidir, bu bütün qələbənizin tarixidir. Ona görə bir daha sizə təşəkkür edirəm. Yazan əlləriniz var olsun, duyan ürəkləriniz var olsun və arzu edirəm ki, bu kitab sizin axırıncı kitabınız olmasın və yaradıcılığınızı davam elətdirin. Burada gözəl bir mövzu açıldı bütün yazarlarımız üçün. O bütün yazarlarımız Borçalı gəlini adında bir poema yazsınlar, povest yazsınlar, roman yazsınlar. Sağ olun. Sağ olun Ümmet müəllim. Mən Ləman müəllimi salamlayıram. Ləman müəllimə qoşuldu bizə. Ləman müəllimə Marneul İctimai Kollecinin yaradıcısıdır, direktorudur, oranın rəhbəridir. Çox zəhmətkeş bir xanımdır və inanın ki, onların hər uğurunu mən şəxsən addım-addım izləyirəm, qürurlanıram, fəxr edirəm və bütün bizim təhsil almamış gəlinlərimizi evlərdən çıxartmağı bacardı Ləman müəllim. Eşq olsun. Əvvəla. Öz də daha Marneul İctimai Kolleci olmağına baxmayaraq Dumanistdən, Bolinistdən hər tərəfdə. Lətfi müəllim, sizə biraz ağır gələcək bu işlər ki, niyə qardaban yoxdur? Ona da siz qoşarsınız bu işləri. Qardaban da qoşular. Və indi məktəblər arasında söhbət olacaqdır bu toplantıdan sonra. Mən bir daha bütün tədbir iştirakçılarına təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinə görə. Bayaq Azərbaycanın Gürcistandakı səfirliyinin təmsilçisi Cavid müəllim telefon açdı. Çox üzr istədi ki, gələsiydi, o burada olmalıydı gün. Gələ bilmədilər. İndi onlar tədbir hazırlığındadılar. Ona görə gələ bilmədi. Olsun, zərər yoxdur. Sizləri təbrik elədik kitabla bağlı. Və mən istəyirəm ki, bizim gənc yazarımız Mustafa Sədoğlu'nu dinləyək. Onu öncə təbrik edək yeni kitabı çıxmağı münasibətindən. Mustafa bəy, siz Kamran Gərəkov bizim gənc yazarlarımızsınız və Afaq Azər xanım həqiqətən çox gözəl samballı romanlar yazır. Onun da ştampı birinci gün hazırlayacaq, mən sizə göndərəcəm. Oldu mu? Onu siz çatdırarsınız. Afaq xanıma mövzu aparacaq mən buradan. Ay sağ ol, Afaq xanıma mövzular var burada. Buyurun siz dinləyək. Sağ olun, təşəkkür edirəm. Mən bugün sanki bir kövrək dastan oxudum. Sizin sayənizdə hörmətli. Və bugün mən hörmətli xanımımız üçün bir qısa bir hekayə söyləyəcəm. Çünki xanımımız həm vəfalılıq, 3 əlamət gəmləşir. Mənzər xanım. Bəli. 3 əlamət gəmləşir. Vəfalılıq, inan və səbir.
Bunu bir balaca müqayisə eləmək istəyirəm. Buyurun. Keçmiş Sovetlər ölkəsinin qurulma dövründə Qarayazıdan Türkiyəyə köçən insanlar oldu. Belə bir ənənə var idi. Evin sahibi gedirdi, Türkiyədə əsasən Kars tərəfdə özünə bina tapırdı və sonra gəlib ailəsinə aparırdı. Bunların çoxunla mən qarşıda rastlaşmışam. Çox gözəl. Və elə xanımımız kimi, Məzər xanım kimi bir qadın yeni evlənmişdi bizim Kosalı kəndindən. Onun da yoldaşı gedir bina qurmağa və həmin dövrdə Sovet hakimiyyəti qurulur və sərhədlər bağlanır. O nişanlısı qayıda bilmir, 6 ay keçir, ancaq o qadın, mən nəyə görə deyirəm, 3 əlamət cəmləşir, səbir, vəfalılıq, inan. O qadın, bax bu Mənzər xanımdan fərqlidir, ancaq o da qəhrəman qadındır. Onda səbir tükənir və xəncəri verir bağrına, həyatına son verir. Mən sizi alqışlayıram. Siz bizim məhəbbət dastanımızda bir müqəddəs, yeganə bir şəxs oldunuz. Çox sağ olun, təşəkkür edirəm. Elə də bax bu dastanımızı yaradan hər kimizə təşəkkürümü bildirirəm. Sağ olun. Çox sağ olun. Mən istəyirəm, məlumat üçün bir şey çatdırdım, sizə deyim. Ali təhsil alıqdı. Ruslan Yolçu Qızıl Kisənin baş mollası. Buyurun, gözəl yazıcıdır. Buyurun, sizlə yekunlaşdıraq biz bugün tədbir. Həm də gözəl yazıcıdır. Yaxın günlərdə onun da kitabını biz bir fəlsəfə əsər yazdıqda onun da bir kitabını bir ayət oxuyarda inşallah şərhlərimizin onu. Çox sağ olun, təşəkkür edirəm. Mən də ilk öncə onu vurğulayım ki, öz növbəmdən Gürcistan Azərbaycanlıların Konqresinin rəhbərliyinə, başda Hüseyin müəllim olmaq şərti ilə öz dərin təşəkkürümü bildirirəm ki, bu cür möhtəşəm hadisələri işıqlandırır, aydınladır və bizlərin nəzərinə çatdırır. İlk bunu vurğulamaq istəyərdim. İkinci də onu vurğulamaq istəyərdim ki, həqiqətən belə bir deyim var ki, kitabları üz qabığına görə dəyərləndirməyim. Ancaq bugün həqiqətən bu kitab üz qabığına görə baxdığımız zamanda çox dəyərli bir kitabdır. Çünki içinə əhatə etdiyim mövzuları sadəcə düşünsək, məsəl üçün böyük zirvə olan şəhidlikdən bəhs edir. Həyatın əsas məqsədi və həyatın əsas mənası olan aşqdan, sevgidən bəhs edir. Orada dərin mənəviyyatdan, duyğudan və insanın mənəvi hisslərindən bəhs edir. Yəni bu kitabı həqiqətən təfsir edərkən öz düşüncəmdə bu şəkildə dəyərləndirəm ki, yəni biz bəzən eləsi aşk hekayələrini roman kitablarında oxumaqdayıq, ancaq və biz ona əfsanə deyib keçirik. Amma bu əfsanənin canlı yazarlarını biz bugün qarşımızda görürük, onlara təşəkkür edirik, onların qarşısında baş əyirik və digər qəhrəmanını da burada görürük. Və digər əsərin qəhrəmanı Allahdan ona rəhmət edirik, vəfadarı biz orada görürük və əsərin əsas aşk, əfsanəvi olmuş anamızı da yenə qarşımıza görürük. Hər üçünün qarşısında baş əyirik, təşəkkür edirik, minnətdarıq, sağ olun, bundan da artıq söz görürük. Şəhidlərimizin ruhuna Əl-Fatiha. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina's sıratal mustaqim. Sıratallezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Amin. Şəhid vəfadarın və bütün şəhidlərimizin ruhuna hədiyyə etdik. Allah qəbul etsin. Allah rəhmət eylesin. Değerli dostlar, hörmətli xanımlar, bugün burada Qardaban rayonunun iki böyük ziyalısı da iştirak edir. Yusuf müəllim və Nadir bəy və mən bizim bəzi ağsaqqal ziyalılarımız haqda ziyalılarımızın hamısı mənim üçün böyük dəyərdir. Amma biraz fərqli olanlar da var. Fərqli yəni ki, bax bu ağsaqqal ziyalılar mənə atamdan mirasdılar.
atamın dostları olublar. İndi dostluq. Allah rəhmət eləsin atam. Sağ olun, keçənlərə rəhmət. Və bugün Yusuf müəllim də həm də yüksək rəssamlıq qabiliyyəti olan insandır. Nadir bəy də bilirsiniz ki, məşhur bizim Gürcistanın foto korrespondentlərindən biridir. Bu foto korrespondentlər də özlərinə bizim Şah yoxdur mu? Şah İsmail. Şah İsmail yox. Şahvələt. Ayvazov Şahvələt Qızılarsın. O özünü şah kimi yazır, amma bunlar fotoqraflar özlərini təqdim edəndə qraf kimi təqdim edirlər. Qraf da bilirsiniz, ən çox Macaristanda yaygın bir tituldur. Bunlar indi belə qraflardır bunların hamısına. Bəli, bunlar gələndə indi Yusuf müəllimin əsas təşəbbüsündən mənim üçün də bir sürpriz ediblər. Atamın muzeyi üçün belə bir sənət əsəri Onu alt solların üstə qoyarlar, yuxarı qaldırırlar. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Bizə onu demək istəyirəm ki, Yusuf müəllimin fikrimizə olan o qədər ayrıca otaqda düzəltdim, yavaş. Heç mən sir vermədim, heç mən göndərmədim. Birdən sizə göndərərlər. Amma sir mənə gəldi. Firdovsi müəllim dedi. Gəlirəm səhər tezdən, yuxudan qalxar kimi görürüm. Elə bir əziz qonaq kimi 10 gün mənim o ayrıca. Sağ olun, var olun. Və orada Lətifə olan sevgisini nəzərə alaraq, bu aşağı səsində şair Lətifin səndən yazdım şeirini. Lap gözəl eləyirsin, əsr yerində. Orada yazdım. Var olasın. Əlləriniz var olsun. Allah sizə hiss eləməsin. Siz mənə atamın mirasdan belə bir mövzuyu biz ələ aldıq, belə bir mövzuyu hamımız bütün Borçalı birlikdə işlədik və mən son sözü Gülnara xanıma verməmişdən öncə mən də öz son sözümü demək istəyirəm. Mənim son sözüm ən çox Mənzər xanıma aiddir, bizim gəlinimizə aiddir. Bayaq Ağabalı müəllim də dedi, siz də dediniz, məsələn, bizim folklorda leylilər var, kimlər var, hamısını dediniz. Amma bizim canlı həyatımızda da mənzər var. Onların çoxu müəllif istər deyirdilər. Müəllif elə istədi. Amma burada əsərin müəllifi qəhrəmanın özü idi. Bu əsərin müəllifi, məsələn, valla bilmirəm məni kim nə dərəcədə düz başa düşəcək, mənzərlə müqayisədə Gülnara üçün bu həyatda yaşamaq asan deyildi. Bəli. Gülnara bir haykırmağı bacarırdı ki, mən o şəhidin bacısıyam. Bu onu da başarmırdı. Bu susmalı idi. Bizdə bilirik də, bir ailə təpkisi var, bir qonşu təpkisi var da var. Mentalitetimiz elə. Bəli, indi bizim milli mentallığımızdan irəli gələn ağır yüklərimiz də var da, hasılar ki, onu biz ömür boyu daşımalıyıq. Bunlar da var idi. Amma sağ olsun ki, yenə Gülnara xanım ona o şansı verdi ki, artıq o da haykıra bilər. Artıq o da bərkdən deyə bilər ki, mən kiməm? Və bu həyatda mənim missiyam nə olubdur? Həyata hamı gəlir. Hamı 70, 80, 90 neçəsə yaşayır, oğul uşaq dünyaya gətirir. Oğul uşağın tərbiyəsindən də xəbəri olmur, taleyindən də xəbəri olmur, qismətindən də xəbəri olmur. Bir tərəfdə də bir qəhrəmanı yaşadan bir xanım olur. Onun həyatın o tərəfləri olmur, o səhifələri olmur, oğul uşaq filan, hansı ki, xəbəri olmurlar da onların o uşağın tərbiyəsindən. Onlar da ətrafımızda çoxdur. Getdikcə də artır, təəssüflər olsun ki. Amma siz o şəhidnaminə ailə qurmadınız, o ilk sevginizi axıra qədər yaşatmağı bacardınız. O da bir qəhrəmanlıqdır. Özdə böyük. İndi müasir bizim yazarlarımız, qələm əhli
Qoy bu Leyli yazsın. Böyük bir temadır, böyük bir temadır. Qoy yazsınlar ki bu mənzər də o sevgi yeni bir pəncərədən baxdırdı bizə. Sevgi körpüsüdür. Bəli. Gələcək nəsil üçün. Bəli. Əsl sevgi körpüsüdür. Ölmək, bayaq bizim hörmətli ziyalılarımız da vurğuladılar. Ölmək ən asantıdır. Ölməyə nə var? Bəli, amma onu o yükü şərəflə, o yükü bir qürurla, bütün həyatın boyu özünlə birlikdə daşıyıb, lazım olan mənzilə yetirmək, onu hər kişi başarmır, siz başardınız. Sağ olun. Sağ olun. Və bizim qızlar... Mən son sözümü deyim. Buyurun, ona kim qızlar da hazırlıq görə bilir. Yəni ki, heç kim tələsməsin, biz yumurları bir şeylər. Bu tədbirdən təəssüratlarımı sizinlə görüşmək istəyirəm. Məzər xanıma deyəndə ki, sən çox böyük fədakarlıq eləmişsən, deyir ki, çox da məni ideallaşdırmıyor. Nə eləmişəm ki, mən bir sevgi, bağladığım, əhd-peyman bağladığım bir ruhun qarşısında xəyanət eləməmişəm, ona olan sevgimi axıra qədər qorumuşam. Bu mənim borcum idi. Bilirsiniz nə dedi? İlk hisslərini mənlə görüşəndə dedi ki, mən hər dəfə vəfadarı görəndə özümü asılmaq ürəyim dönürdü. Hətta görməsəm belə bilirdim ki, o qapıdan girəcək, ürəyim özümü asılmadan dönürdü, bilirdim ki, indi gəlir. Bir dəfə deyib vəfadar şəhid olandan sonra gördüm ki, ürəyim tez-tez dönür, halım pisləşdi. Fikirləşdim ki, dedim vəfadar, sən buradasansa, gəl məni sakitləşdir. Deyəsən vəfadarın ruhu görmüşdü, gəlmişdi məni görməyə. O elə bir sanki başıma bir əl sığal çəkdi, mən sakitləşdim. Elə olub deyir, 40 dərəcə temperaturum qalxıb, mən Şəhidlər Xiyabanına gedə bilməmişəm. Bacımla anam hərəsi bir qolundan tutub məni aparıb Şəhidlər Xiyabanına. Mən bu sevginin qarşısında baş əyirəm. İndi bildin mi sən kimsən? Və ondan başqa, mənim qardaşım hüquq fakültəsində oxuyur, özdə biraz, indi yəni mən bunu fəxrən deyə bilərəm, çox savadlıydı. Və o 4 ildən sonra hüquq fakültəsinə girilmişdi. Və çox sevinirdi. Cəmi 4 ay sevdiyi sənətin tələbə biletinci günündə gəldi. Və bütün hər şeyi yarımçıq, mən hərdən açıram onları. Can bacım olsun, qardaş deyirəm. Bir də ki, yox da, hərdən xəyallara dalıram ki, bu olsa bir olardı, bu olsa yuxudan ayrı bir xatirədən ayrıram. Bir də təəssüfsüz keçirəm. Qardaşım hüquqçusu olub, insanların, öz xalqının hüququnu qorumaq istəyirdi, amma o, bilirsiniz nə ilə qorudu öz xalqının hüququnu, qanı ilə qorudu. Bugün mən çox böyük fəxrlə deyirəm ki, sənin şəhid adın mənim ağaran saçlarıma sığal çəkir indi. Sənin şəhid adın mənim göz yaşlarımı silir. Mən bütün şəhid bacılar adından deyirəm ki, deməli şəhidlər doğrudan dördür. Siz həmişə yaşayacaqsınız. Və bir şey də deyim, biz Almaz xanımla birlikdə Şuşaya getdik və böyük bir dəstə qərənfillə getdik. Cıdır düzündə qayalardan atdıq o qərənfili. 30 ildən çox 20 yanvar və 1-ci Qarabağ şəhidlərinə yas saxlayıb, al yanaqlarından qanlı yaş axıdan qərənfilin göz yaşlarını orada xarı bölgül sildi. Və mən həm də biologiya müəllimi, hər ikimiz biologiya müəllimi bir şey deyim, qırmızı kitab 2 kateqoriyanı qeydə alır. Bir nəsil kəsilməkdə olanları burada. Şuşaya getdik, qərənfilləri götürdük. Cıdır düzündə qayalıqdan atdıq aşağı. Sağ olun. Bəli. Şuşa qəhrəmanlarının dırmaşdığı. Bəli. Gülnara xanım, burada mənzər xanım haqqında... Yox, sonra bildim. Sonra gəzəcək, davam elətdirəcək. İnşallah, davam gəlsin. Bir şey də deyim, mən onu da deyim ki, bir nadir növlər var, bir nəsil kəsilməkdə olan növlər var. Qırmızı kitab 2 kateqoriyanı qeydə alır. Nəsil kəsilməkdə olanları insanlar qoruyurlar və çalışırlar ki, nəsil kəsilməsin. Amma nadir növlər elə bitki növlərdir ki, onlar konkret fauna üçün olurlar və başqa yerlərdə yaşaya bilmirlər. Və xanım dedi ki, mən onun hamısını Almaz xanımla birlikdə biz qeydə almışıq. Bütün o sizin dediyiniz hamısı orada yazılıqdır, oxuyan bilər. Doğrudan mən özüm də eşitdim ki, televizorda ayrı-ayrı bölgələrdə xarı bülbül bitir. Bilirsiniz oraya getmişdi ora. Çünki mənfur düşmən Cıdır düzündə əl-ələ verib, yallı oranda onların əhçəkləri quruyub töküldü. Yarpaqları xəzan oldu, dözmədilər ona. Dözmədi, başqa yerdə getdi, amma yenidən qayıtdı öz vətəninə.
Və indi bitmir artıq burada. Və sinəyimizi bəzəyən, bax bu xarı bülbülün qarşısında mən bəşəyirəm. Sağ olun. Eşq olsun. Və anamın ruhu qarşısındadır. Demək istəyirəm ki, ruhumuz şad olsun. Anam həmişə mənə deyərdi ki, sağlığında sən məndən sonra ana kimi vəfadarın qəbrini ziyarət edərsən. Mən deyirəm ki, əziz anam, mən sənin oğlun ziyarətinə şana kimi getdim. Amma bugün onun qəbrini ziyarət edən qara paltarlı xanımı var. Mən nə qədər bacı da desəm, o mənim üçün qardaşımın yadigarıdır və bu həmçə sədaqətə çıxacaq. Və onu da deyim, onu da vurğulayım ki, deməli, bir də anladım ki, millət üçün zaman, məkan yoxdur. Yeni 20 yanvar hadisələr olanda mən elə bildim ki, Allah həm də bizə acıyır. Amma indi bilirəm ki, deməli, şəhid hamımızındır. Və əziz qardaşım, sən hamının qardaşım. Mən sənin adın qarşısında baxıram. Bunun üçün sizə çox təşəkkür edirəm. Qalmaz xanım, bu ideyanı verdiyiniz üçün. Siz mənim üçün bir rəhbər kimi çox dəyərlisiniz, həm də mənim bacımsınız. Mən buna görə həmişə sizə minnətdaram. Nə yaxşı ki, bu ideyanı biz elədik. Çox sağ olun. Hər birinizə çox sağ olun. Sizə bir kiçik məlumatı da deyim. Biz 2 il bundan qabaq onun təqdimatını elədik, yazdıq. Amma Mənzər xanım 10 aya yaxındır artıq rəhbərdir. İndi biz inşallah bu kitabımızın ikinci nüsxəsini hazırlayacaq. Orada əlavələr olacaq. Bax, bu görüşümüz haqqında məlumatlar olacaq. Ondan sonra yenidən biz də görüşməyə mövzu olacaq. Əlavə olaraq burada sizə bu məlumatı deyirik. Niyə həm 60 illik yubileyini qeyd etmək üçün onun yaşadığı məkana sağ olsun Etibar qardaş, o gözəl şəraitdə yaratdı. Biz orada olduq. Bütün məhəlləsini, həyətini gəzdikcə, bağını biz inşallah bu sözlərimizi, bu fikirlərimizi, hisslərimizi necə kağıza köçürmüşdük, indi film çəkəcək. Və o filmə də çəkəndə inşallah bu qalıcılıq olsun. Necə ki, böyük filmlərə baxdı, böyük dayaq filmi. Çox gözəl olar, çox gözəl olar. İndi biz o bədii filmin üzərində çalışırıq. Eşitmiş olarsınız, Azərbaycanda millət vəkilimiz Elçin Mirzəbəyli. Artıq onunla da danışmışıq, Azadlıq meydanında qalx ayağa millət, boğmasınlar səsimizi, bir bayraq altında birləşdir bizi. O sözlərin müəllifidir, mitinglərə gedəndə onun mahnısının, musiqilərin sədası altında gedirdi. Bax, həmin insan bizim ssenarimizə də diqqət yetirəcəyinə söz verdi və biz inşallah bu bizim ilk gəlişimiz daha olmayacaq. Biz gələcəyik inşallah burada sizin dəstəyinizlə, sizin köməkliyinizlə biz aktyorlardan istifadə etməyəcəyik. Vəfadara bənzər gənclər seçərik. Elə bir necə ki, əvvəlki dönəmdə ki, necə gediş-gəlişlər olub, nə türcə hadisələr, kənd həyatından necə o dərsə hazırlaşıb, ali məktəbə getmək üçün necə qatara minib, necə Bakıya gəlib. Bax, o cür görüntülərin hamısını təbii, sənədli filmə əsasən bədiləşdirilmiş bir film hazırlayacaq inşallah. Bu da bu qalıcı qalsın. Sağ olun, əslində mən sizə təşəkkür etmək. Çox sağ olun. Gülnara xanım, bugünkü tədbirlə bağlı fikirlərinizi bildirərdiniz, təəssüratlarınızı bizimlə bölüşərdiniz. Bu tədbir təşkil edən, tədbirin keçirilməsinə əmək olan hər kəs üzlərin minnətdarlığımı bildirirəm. Və bir daha mənə agah oldu ki, istənilən yerdə millətin əgər haqqına giriblərsə və harada olmasına asılı olmayaraq bir millət öz haqqına, girilən haqqa kədərlənirsə, deməli, burada bizim hər birimizin çox böyük rolu var. Ona görə mən bir şəhid bacı kimi, bütün şəhid bacılar adından bu olan tədbirə görə, burada insanların çıxışına görə çox böyük təşəkkürümü bildirirəm. Mən özüm borçalıyam və burada özümü yad hesab eləmirəm. Ona görə də bu təklif bizə olanda mən çox böyük məmnuniyyətlə bunu qəbul elədim və fikirləşdim ki, mən öz doğma torpağım, öz doğma diyarıma gedirəm və bir şəhid bacısı kimi mənim üçün çox çətindir qardaşım haqqında danışmaq, amma bir daha anladım ki, mənim qardaşım mənim başımın tacıdır. Bugün mənim ağıran saçlarıma onun şəhid adı sığal çəkir və axan göz yaşlarımı silir. Ona görə də
və hər biriniz də bunu bir öz şəhidiniz kimi qəbul edirsiniz və qardaşım təkcə mənim şəhidim deyil, hər birimizin şəhididir. Bunu bir daha mən gördüm. Hər birinizin ona görə çox dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Nə yaxşı ki varsınız. Nə yaxşı ki mən Borçalı qızıyam. Nə yaxşı ki mən bu elin qızıyam. Ona görə də bizim dərdlərimiz hamımızın dərdimizdir. Çox sağ olun. Çox sağ olun. Demək, bugünkü tədbirlə bağlı öz təəssüratlarınızı bölüşün, bir də Xarı Bülbülün Qərənfil müjdəsi kitabından bəhs edin. Bugünkü görüşə görə sizin hər birinizə təşəkkür borcumuz var. Həqiqətən də çox böyük, yüksək təəssüratlarla ayrılacağıq biz buradan. Çünki Gürcüstanda olmağımız və Gürcüstan Azərbaycanlarla görüşümüz və bizə öz qapılarını açmaqları bizə çox böyük şərəf və qürur verdi. Nə xoş bizə ki, biz öz növbəti kitab təqdimatımızı burada elədik. Xarı Bülbülün Qərənfilə müjdəsi kitabımız inşallah buradan davamlı olaraq film çəkilişinə qədər yola səfərə düşür və Xarı Bülbülün Qərənfilə müjdəsi tək bizim adına diqqət edin. Xarı Bülbülün Qərənfilə müjdəsi. Bu o deməkdir ki, Qarabağın simvolik rəmzi olan Xarı Bülbül, şəhidlərimizin də simvolik rəmzi olan o qana bulaşmış torpaqlardan cücərmiş kimi qərənfilimiz, o da bizim şəhidlərimizin simvolik rəmzidir. Və biz bu kitabı ərsəyə gətirəndə sonuc olaraq qarşımıza o məqsədi qoyduq ki, artıq bizim qərənfilimiz hüzün, kədər gülü deyil. O göz yaşları ilə sulanmış qərənfilimiz artıq sevinç gülüdür, sevgi gülüdür. Yəni məhəbbət gülüdür. Yəni illər öncə biz necə ki qərənfili bütün mənzillərdə masa üstünə qoyurduq güldanlarda. İndi həmin qərənfilin dirilməsi üçün Xarı Bülbüldən müjdə ki gəlib, biz o gülün yaşadılmasını istəyirik. Və kitabın da içərisində bütün 44 günlük müharibə dönəmində olan gündəlik zəfərlərimiz qeydə alınıb, xronoloji ardıcıllıqla ən son bayrağımızın işğaldan azad olunmuş torpaqlarımıza ki dalğalanması və möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin bayrağı qaldırmaqla ki, biz o kitabın son səhifəsini yekunlaşdırdıq. 44 günlük zəfər gününün, qələbə gününün elan olunmasının səhərisi bizim kitabımız işıq üzü gördü. Və nə xoş bizə ki, bu kitabımız qələbə zəfəri ilə sulanmış, o qələbə zəfəri ilə alqışlanmış, dəmir yumruğun altında o bütün sevincli anlarla dolmuş bir kitabdır. Və bu kitabdakı yazılan sözlər yeni bir dünyadır. Bu dünyanın içərisində də sizləri də görmək bizə çox xoş oldu. Hər birinizə təşəkkür edirik. Biz sizə təşəkkür edirik.